Demək, təbii ehtiyat bilirsiniz ki, insanların gündəlik ehtiyac və tələbatlarını ödəyən əsasən sahələrdir. Təbii ki, burada həm insanın maddi, digər eyni zamanda həm də mənəvi ehtiyacları olur. Maddi ehtiyaclar əsasən təbiətdən gündəlik, məsələn, maddi nemətlər olan tələbatımızı ödəmək, yəni qidadır, geyim məhsullarıdır, yəni yüngül sənaye məhsulları, sonra maşın qərmə sənayesində istifadə etdiyimiz, məsələn, xammol məhsulları, energetika sənayesində istifadə etdiyimiz xammol məhsulları və s. Yəni əksəriyyəti hansı ki yerin təkindən çıxır, biz onlara mineral ehtiyatlar deyirik. Bəziləri də yerin səthində olur, hansı ki torpaqdır, sudur, məsələn meşə ehtiyatlarıdır. Bunlar əsasən maddi nemətlərdir. Eyni zamanda bəzi ehtiyatlar var ki, qeyd etdiyimiz kimi insanın mənəvi tələbatını ödəməyə xidmət göstərir və ya sağlamlığının əsasən yaxşılaşdırılmasına xidmət göstərir. Buna da məsələn biz dəniz sahili çimərliklər və yaxud mineral bulaqlar, meşələr, sonra çaylar, şəlalələr və s. və yaxud da tarixi mədəni abidələr də ola bilər. Onlar əsasən dediyimiz kimi insanın mənəvi tələbatını, mənəvi ehtiyaclarının ödənilməsinə əsasən xidmət göstərmiş olur. Ki, təbii ehtiyatlar əsasən xüsusiyyətinə görə iki qrupa bölünür. Ekoloji cəhətdən tükənməyən və tükənən təbii ehtiyatlar. Tükənən təbii ehtiyatlar daha çox belə deyək ki, yer səthi və onun daxili ilə bağlıdır. Tükənməyən təbii ehtiyatlar günəş enerjisidir. Bildiyiniz kimi küləkdir, geotermaldır, qabarma çəkilmə hadisəsidir. Hansı ki, geotermal yerin daxilindəki mantia maddələrinin, lavanın əsasən yer səthinə yaxınlığı ilə əlaqədar olaraq yeraltı suların əsasən isinməsi və səthə fəvvarə vurması. Bilirsiniz, dünyada hansı ölkələrdə geotermal enerji mövcud idi? Onur qeyd elə görək. Geotermal enerjiden istifadə edən İslandiya var idi. İslandiya, sonra Yaponiya. İslandiya, Yaponiya, Norveç var idi. Norveç yox. Norveç axı situasiyada düşmüşdü. Norveç qədim ölkədir. Qədim, yəni ki, süxurlardan təşkil olunmuş bir ölkədir. Hansı ki, Skandinaviya dağlarını biz orada qeyd eləmişdik, axı paleozoy yaşılıdır. Əsasən seysmik proseslərin aktiv olduğu ölkələr, hansı ki, Ant-Kordilyer sistemində yerləşən ölkələr, Sakit Okean sahilində yerləşən ölkələr, Alp Himalaya Müəllim yerləşən Çili, ölkələr. Yaponiya falan olar. Bəli, demək, ölkə olaraq məsələn Rusiyanın Kamçatka bölgəsi, Yaponiya, bilirsiniz, Fuziyama vulkan kimi vulkanlar, sonra Filippin, İndoneziya, İtaliya, Etna Vezuvi vulkanı misal göstərə bilərik. Sonra Amerika Birləşmiş Ştatları. Bu kimi ölkələrdə geotermal enerji geniş miqyaslı istifadə oluna bilər, ehtiyatlar istifadə oluna bilər. Külək enerjisi dünyanın bir çox bölgələrində ola bilər təbii ki, amma ondan daha çox istifadə edən ölkələr hansı ölkələrdir? Nəsimi, buyur zəhmət olmasa, külək enerjisindən istifadə edən ölkələr. Səncə hansı ölkələr külək enerjisindən Hollandiya istifadə var edir? idi. Demək, Yaponiya, Çili müəllim. Niderland, İndi. bəli, inkişaf eləmiş ölkələr. Niyə görə külək enerjisindən daha çox inkişaf eləmiş ölkələr istifadə edir? Belçika, Niderland, Danimarka, bu kimi ölkələr inkişaf eləmiş ümumiyyətlə. Bilirsiniz də bu məhsul, bu Ərazilər enerji, düzənlik deyilir. yəni bundan əlavə həm də bu enerjini əldə etmək üçün müasir texnoloji avadanlıq tələb olunur. Elə onu istehsal etmək üçün kapital və insan resursu lazımdır. Yəni həm maddi dəstək lazımdır, belə deyək, həmin o materialları almaq üçün, həm də ki onu istehsal etmək və idarə etmək üçün belə deyək ki, ixtisaslı kadr lazımdır. Geotermal enerjidir. Bu tip enerji mənbələri daha çox inkişaf etmiş ölkələrdə istifadə olunur. Xüsusilə günəş enerjisinə qeyd eləyə bilərik. Dünyada ən çox günəş enerjisi bu bir dənə üzrlüsəm, adı türk olan kimdir müraciət edəndə? Afrika ölkələridir müəllim. İlkin. İlkin? Bəli. Aha, yaxşı. Demək, ən çox günəş enerjisi olan ölkələr xüsusilə Afrika ölkələridir. Ən çox da şimal tropik xətti üzərində yerləşən. Çünki şimalda daha geniş ərazini əhatə edir. Bəs ən çox istifadə edən ölkələr hansılardır? Ən Ərəb çox ölkələri müəllim ən Ən çox. çox inkişaf eləmiş ölkələrdir. Yəni burada niyə? Yenə də eyni proses burada da keçərlidir. Külək enerjisində olduğu kimi. Burada yəni günəş enerjisini əldə etmək üçün təbii ki, birinci təbii resurs lazımdır. Yəni günəşin düşmə bucağı böyük olmalıdır. Sonra hava şəraiti buludsuz olmalıdır. Belə deyək, radiasiyanın kəmiyyəti böyük olmalıdır. Aydın buludsuz hava şəraiti, günəş radiasiyasının çox olması təbii ki, bu enerji ehtiyatlarının zəngin olmasına səbəb olur. Amma bu enerji ehtiyatının zəngin olduğu Afrikada bu enerjidən çox istifadə etmək mümkün deyil. Çünki o enerjini almaq üçün müasir texnoloji avadanlıq və o məhsulu istehsal etmək və yaxud həmin belə deyək, enerji əldə edən stansiyanı idarə etmək üçün
ixtisaslı kadr lazımdır. Bu da Afrika ölkələrində bu ciddi bir problemdir deyə demək, bu enerjidən az istifadə olunur. Yenə də güclü ölkələri burada misal göstərə bilərik, amma bəzi inkişaf eləmiş ölkələr var ki, onlarda texnologiya güclü inkişaf eləsə də və ixtisaslı kadr mövcud olsa da, yenə də bu təbii enerjidən o qədər güclü istifadə edə bilmirlər. Xüsusilə Avropada mülayim dəniz ölkələrində yerləşən inkişaf eləmiş ölkələrdir. Səbəbi nə ola bilər? İlkin qeyd eləyə bilərsən. Məsələn, niyə Böyük Britaniyada günəş enerjisindən geniş istifadə etmək mümkün deyil? Şimal qütbə yaxın olduğu üçün. Yəni Bu günəş radiyasiyası azdır orada. günəş radiasiyası əsasən hansı formadadır daha çox? Ekvatora yaxın zondalar. Səpələnən radiasiyadır da, düzdür? Buludlu hava şəraitinin Bəli. üstün olması ilə əlaqədar olaraq, axı mülayim dənizdə havanın nisbi rütubəti çox olur və buludlu olur. Buludlu olan hava şəraitində isə günəş radiasiyasının kəmiyyəti həm şimala yaxındır deyə qeyd elədiyin kimi azdır, üstəgəl səpələnən radiasiyadır və səpələnən radiasiya olduğuna görə burada enerjinin əldə olunması nisbətən çətinləşir. Bu səbəbdən Avropanın qərbində mülayim dəniz iqlim şəraitinə malik olan, məsələn, İrlandiyadır, Böyük Britaniyadır, Danimarka kimi ölkələrdə günəş enerjisi əsasən o qədər də çox deyil. Məsələn, İngiltərədə London şəhəri məsələn dumanlı şəhər adlanır. 290 günə yaxın həmin şəhərdə demək hava əsasən havada duman müşahidə olunur. Təbii ki, bu da günəş enerjisi əldə etməyi çətinləşdirir. Demək, külək enerjisi, günəş enerjisi, ümumiyyətlə müasir texnoloji avadanlıq tələb edən enerji qaynaqlarının çox hissəsi əsasən inkişaf etmiş ölkələrdə demək, bu enerji qaynaqlarından istifadə olunur. Bəs qabarma elektrik stansiyaları, onu izah ilə görək, dünyada ən çox qabarma hansı su obyektlərində baş verir? Main körfəzi, Fandi körfəzi, Aha. Parisdə, İngiltərədə, İngiltərədə hansı idi? Bristol körfəzi. Fransada hansı idi? Temza çayı, Fransada Temza çayı. Biskay var idi. yox, hətta Fransada Temza çayı var idi. yox, Lamanş boğazı. Lamanş düzdür. Fransa o Temza çayı İngiltərədədir. Onun mənsəbində güclü qabarma baş verir və ilk dəfə çay nəqliyyatından hansı ki qabarma prosesi zamanı istifadə edən ölkə məhz İngiltərə olub. Çünki Temza çayı normalda dayaz çaydır. İri gəmilər onda üzə bilmir, amma qabarma zamanı suyun səviyyəsi demək 5 metrdən çox qalxır və bu da gəmilərin sərbəst hərəkətini təmin edir. Ona görə cədvəl təyin ediblər. Ümumiyyətlə gün ərzində neçə dəfə qabarma hadisəsi baş verir? 2 dəfə qabarma, 2 İki dəfə dəfə çəkilmə. çəkilmə. Çünki yer demək ümumiyyətlə 24 saat ərzində öz ox ətrafında dönür, 6 saatdan bir 90 dərəcə dönür. Hansı ay ilə eyni istiqamətdə qalan tərəflərdə qabarma, iki istiqamətdə isə çəkilmə təbiət hadisəsi müşahidə olunur. Bunlar dedik tükənməz enerjidir və getdikcə bunlara maraq artır. Çünki dediyimiz kimi tükənməzdir və eyni zamanda həm də necə enerji mənbələrdir? Ekoloji cəhətdən təmizdir, bəli, təmizdir. Amma bilirsiniz, təbii enerji mənbələrinin mənfi cəhətlərindən biri, yəni tükənməyən əsasən, ondan ibarətdir ki, bunlar dünyada əsasən müəyyən qədər təbii şəraitdən asılıdır. Yəni, hər bir ölkədə istifadəsi mümkün olmayan ehtiyatlardır bunlar. Sonra dedik tükənən təbii ehtiyatlar. Tükənən təbii ehtiyatlar bərpa olunan və olunmayan, əsasən gördüyünüz kimi havadır, sudur, torpaqdır və bitki heyvanat aləmidir. Yəni, bioehtiyatlar bunlar tükənib bərpa olunanlardır. Hava deyərsiniz necə tükənir? Təbii ki, hava çirklənərsə, əsasən müəyyən qədər tükənə bilər. Dünyada havanı çirkləndirən əsas sənaye obyektlərini sıralasaq, demək, İbrahim hansıları qeyd edə bilərik? Məsələn, hansı sənaye sahələri atmosferi daha çox çirkləndirir? Qara meteorologiyalar. Düzdür, bir qara meteorologiyadır. Meteorologiya deyə bilərsən, hə? Sonra? Neft sənayesi. Neft kimya əsasən, bəli. Sonra? Bir dənə də mühüm sahə qalıb. Gülnarə deyə bilərsən? Kağız əsasən selliyoz. Meşə kimya sənayesi var, meşə kimya. Əsasən bu da həddindən artıq atmosferi çirkləndirən, ümumiyyətlə təbiəti çirkləndirən belə deyək. Sənaye sahələrindədir. Ümumiyyətlə təbiəti çirkləndirən çox, yəni atmosferi çirkləndirən, təbiəti çirkləndirən sənaye sahələri bunlardır. Neft kimya, meşə kimya, energetika hansı ki, mazutun yandırılması zamanı enerjinin əldə edilməsi məqsədilə təbiətə xeyli miqdarda zəhərli tullantılar, qazlar atılır və hava çirklənir. Bilirsiniz, hava atmosferdə əsasən 3 dənə xüsusilə
mühüm problem yaranır. Ozon qatının dağılmasıdır, karbon qazının çoxalması ilə əlaqədar demək istixana effektidir. Bir də atmosferə atılan kimyəvi maddələrin yer səthinə qayıtması nəticəsində turşulu yağışlar demək ozon qatının dağılması, bir də hansı oldu? İstixana effektinin yaranması, istiləşmənin baş verməsi. Su. Su bilirsiniz ki, dünyada həqiqətən azdır. Dünyanın su ehtiyatları neçə faizi şordur? Zeynəb. Dünyada olan suyun neçə faizi şordur? 97 faizi, düzdür? 3 5 faizi faiz. şirindir. Ki şirin su qaynaqları hansılardır? Mehri. Dünyada şirin su ehtiyatları deyəndə hansı sular nəzərdə tutulur? Mehdi sən deyə bilərsən. Mehdi yoxdur deyəsən. Bir dəqiqə yanlış oldu. Göllər. Aha, quru sular əsasən. Hansı ki Bəli. göllərdir, çaylardır, bataqlıq, yeraltı sular. Düzdür, göllərin hamısı da şirin deyil, axarlı göllər şirindir. Demək, bəs sizcə Azərbaycan, Onur, şirin su ehtiyatı ilə necə təmin olunub? Pis. Yaxşı təmin olunmayıb, bəli. Bunu Azərbaycan məsələn ümumi çayların 31 su ehtiyatı 31 kub kilometrdir. Onun 10 kub kilometri yalnız Azərbaycan daxilində formalaşır. Göllərin bir çoxu duzludur. Yeraltı sulardan duzlu olanlar var. Bu da təbii ki, adam başına düşən su ehtiyatının az olmasına gətirib çıxarır. Demək, dünyada da bəzən su ehtiyatı ilə yaxşı təmin olunmuş ölkələr sırasında hansı ölkələri qeyd edə bilərik? Məsələn, su ehtiyatı Norveç. Ulan Norveç, bəli, Şimali Avropa ölkələri, Skandinaviya ölkələrində. ekvator boyu ölkələr əsasən, xüsusilə əhalisi az olan, məsələn deyək ki, Braziliyada məsələn su ehtiyatları yaxşıdır, baxmayaraq ki, əhalisi çoxdur. Afrikanın məsələn Konqo hövzəsində yerləşən ölkələr su ehtiyatına yaxşı təmin olunub. Bəli, soyuq ölkələr xüsusilə Kanadadır, Kanadadır, Rusiyadır, Norveç, İsveç, Finlandiya demək, bu ölkələr su ehtiyatı ilə yaxşı təmin olunublar və adam başına düşən su ehtiyatları kifayət qədərdir. Çünki həmin ölkələrdə sudan kənd təsərrüfatında istifadə olunur. Dünyada ən çox su kənd təsərrüfatında suvarmaya tətbiq olunub. Üzrlü sayın boğazımda tutuldu. Belə, su ehtiyatı ilə yaxşı təmin olunmayan 80-dən çox ölkə mövcuddur. Torpaq ehtiyatları, bilirsiniz, torpaq əsasən tükənib bərpa olunan ehtiyatlardandır ki, torpaq kənd təsərrüfatında ən çox tələb olunan ünsur hesab olunur. Yəni əsas ehtiyat sayılır kənd təsərrüfatında. Ki torpaqlar zamanla sənaye tullantılarının atılması ilə əlaqədar çirklənir. Torpağa bəzən çıxarılmış, məsələn, bərk süxurlardan əldə olunan filiz faydalı qazıntılar, yəni hasilat zamanı əldə olunan filiz faydalı qazıntılar bərk süxurlardan ayrıldıqdan sonra quruya atılan bərk tullantılardan yaranan iri təpələr necə adlanırdı? Məsələn, Terikon. Terikon təpələr. Dünyada ən çox hansı ölkələrdə torpaqların üzərində belə bərk tullantılar mövcuddur? İnkişaf etməkdə olan. Əsasən sahəsi də böyük olan, məsələn, Braziliya deyək, Avstraliya özü baxmayaraq ki, inkişaf eləmiş ölkədə, amma həddindən artıq çox təbii sərvət hasil edir. Təbii ki, onların emal prosesi zamanı xeyli miqdarda tullantı meydana alır. Sonra Çini misal göstərə bilərik, Qazaxıstanı, Rusiyanı ki, onların üzərində terikon təpələr çox, təbii sərvət çox hasil edən və xüsusilə də bəli, inkişaf etməkdə olan ölkələrdə terikon təpələr çoxdur. Demək, bəs mədən suları, hansı ki neft tullantıları ilə çirklənən ərazilər, təbii ki, onlar da tullantı sayılır, amma onlar təpə yaratmır. Ki, torpaqdan bu tullantıların təmizlənmə prosesi necə adlanırdı, Onur? Rekultivasiya. Bəs meliorasiya tədbiri nə idi? Torpaqda əsasən aparılan meliorasiya tədbirləri. Münbitləşdirmədir. Aha, torpağın yaxşılaşdırılması doğrudur. Dünyanın neft qaz ehtiyatları, hansı ki onlar tükənən və bərpa olunmayan ehtiyatlara aiddir. Əsasən neft, təbii qaz və kömür. Onlar hansı geoloji erədə formalaşmağa başlayıb? Arxeip proterozoy. Arxeip proterozoyda üzvü aləm zəngin idi. Yox. Əsasən düzdür, bəlkə ilkin formaları Yox, orada işte. formalaşmağa başlasa da, əsas neft qaz ehtiyatlarının, kömür ehtiyatlarının yaranması hansı eradan başlayır? Paleozoj. Çünki arxeip proterozoyda demək olar ki, üzvü mənşəli süxurlar gəlib dövrümüzə çatmayıb. O səbəbdən biz o dövrü gizli həyat adlandırırıq. Çünki üzvü mənşəli qalıqlar dövrümüzə qədər gəlib çatsaydı, onları araşdırıb yerin geoloji keçmişini öyrənə bilərdik. Əsasən paleozoydan başlayaraq neft, qaz, təbii qaz və ya kömür ehtiyatları, yəni yanar faydalı qazıntılar yayılmağa başlayıb. İndi onların yerlərini qeyd edəcəyik. Əsasən daha çox ovalıqlarda və yaxud dəniz sahili ərazilərdə hansı təbii sərvətə rast gəlinir? Neft, təbii qaz yoxsa kömür ehtiyatları?
Neft, təbii qaz. Neft, təbii qaz. Dünyada neft ehtiyatlarının yayıldığı su hövzələri hansılardır? İran körfəzi, Güney İran körfəzi, körfəzi, bəli. İran körfəzi, Meksika bəli. körfəzi var. Bəli, Meksika körfəzi, sonra Texasdan Şimal sonra. dənizi, Şimal dənizi. Şimal dənizindən hansı ölkələr neft istehsal edir? Böyük Britaniya, Norveç, Bəli, bir də Niderland. Niderland oradan qaz tapdıqdan sonra bilirsən ki, əsasən bu sənaye sahəsinə güclü demək meyl edib və ölkədə təsərrüfatın digər sahələri inkişafdan dayanıb. Bu əsasən təsərrüfatın, yəni ölkə iqtisadiyyatının bir təsərrüfat sahəsindən asılılığı necə xəstəlik adlanır? e, Holland sendromu. sindromu idi, bəli. Əsas, bəli. Bir sahənin inkişaf etiriləri digər sahələrin iqtisadiyyatdan geri qalması. Demək, su obyektlərindən Afrikada Qvineya körfəzidir, Cənubi Amerikanın şimalında Karib hövzəsidir, Şimali Amerikanın cənubunda Meksika körfəzi sahilləridir. Sonra Şimal dənizi sahilləri dedik, Xəzər dənizi sahilləri və İran körfəzi dünyada su ehtiyatlarının, yəni əsasən belə deyək ki, su hövzələrində yayılmış əsas neft ehtiyatlarıdır. Bəs quruda hansı ərazilərdə neft ehtiyatlarına rast gəlmək mümkündür? Hansı ovalıqlarda? Texas var. Hansı? Texas. Ovalıq yox, ərazi var. Mississippi ovalığı demək istəyirsən yəqin ki. Ştatı demək istəyirdin, Texas ştatı. Bəli, elə Bəli, var. Amerikanın neft ştatıdır. Elə o ovalıqda yerləşir. Mississippi ovalığını deyə bilərik. Sonra məsələn Anava. Mesopotamiya ovalığını qeyd eləyə bilərik. Sonra Qərbi Sibir, elə Azərbaycanlı tapıb Qərbi Sibirdə nefti bilirsiniz də yəqin ki. Fərman Salmanov. Bəli, Fərman Salmanov. Demək, Şərqi Avropa düzənliyində yadınızdadsa Türk dövləti var idi, Tataristan keçmişdik. Tataristan Şərqi Avropada, oradan neft kəməri başlayırdı Avropaya, Almaniyaya. Azərbaycanla oxşar cəhəti nə idi? Neft sənayesinin inkişafı, neft kimya sənayesinin inkişafı idi. Demək, Şərqi Avropa düzənliyi idi. Sonra Çin düzənliyində, bir çox düzənliklərdə məsələn neft ehtiyatlarına rast gəlmək mümkündür ovalıqlarda. Bəs dünyanın kömür ehtiyatları ilə ən zəngin ölkəsi hansı idi? Rusiya, Avstraliya. Birinci yerdə hansı durur? Onu qeyd Rusiya. edəcəm Tomuza. Rusiyada elə. Birinci yerdə Rusiya deyiliyor. ABŞ-da. Amerika Birləşmiş Ştatları hansı ərazisidir? Apallas. Appalas dağları. Bilirsiniz də Amerika bir çox təbii sərvəti ixal edir. Xam mal ixalçısıdır. Bəs hansı təbii sərvəti ixrac edir? Neft. Yox, əksinə nefti ixal edir. Kömür ehtiyatlarını. Braziliya məsələn Avropa ölkələrinə ixrac edir. Braziliya böyük olsa da, bir çox təbii sərvətlə zəngin olsa da kömür ehtiyatı yoxdur. Demək, daha doğrusu kömür ehtiyatlarının ən çox yayıldığı ölkə dedik Amerika Birləşmiş Ştatlarıdır. Appalas dağları, yadınızda saxlayın, bir çox dağlar bir çox təbii sərvətin yayılması ilə qurşaq yaradır. Onlardan kömür ehtiyatlarının yayıldığı qurşaq məhz bu dağdadır. Sonra demək, digər hansı ölkələri misal göstərə bilərik kömürə görə? Cənubi Afrika Respublikası. Çin ən çox hasil edən ölkədir. Ehtiyatın yayılmasına görə ABŞ olsa da hasilata görə Çin birinci yerdədir. Sonra hansı ölkə? Cənubi Afrika Respublikası Car. Cardan hansı ölkəyə əsasən satış həyata keçirilir? Yaponiya doğrudur. Sonra Avstraliyadır. Bilirsiniz, Avstraliyanın əsas təbii sərvətləri hansı ölkəyə ixrac edilir? Yaponiya, bəli. Demək olar ki, əksər təbii sərvətlər ora ixrac edilir. Bəs digər Asiyanın digər hansı ölkələrini qeyd edə bilərik? Hindistan. Hindistan düzdür. Ancaq əsas Hindistan dəmir filizi ilə daha çox zəngindir. Demək, belə Rusiya nəhəng ölkə, Rusiya qeyd edə bilərik. Sonra Rusiyanın qonşusu Ukrayna, Qazaxıstan dövlətlərindən bəli, Qazaxıstan və Türkiyənin özü təbii sərvətindən zəngindir. Bəs Avropa ölkələrindən, yəni Rusiya, Ukraynadan başqa hansı ölkədə kömür Almaniya. Almaniyada olan kömürün rəngi fərqli idi. Qonur kömür. Qonur idi. Sizcə daş kömürü daha qiymətlidir, yoxsa qonur kömür? Məncə qonur. Yox, daş kömür. Daş kömürün yanma enerjisi daha çoxdur. Ona görə qonur kömürə dünyada tələbat nisbətən azdır. Yuxarı Sileziya daş kömür yatağı hansı Avropa ölkəsində idi? Yuxarı Sileziya. Yox, Polşada. Polşada, bəli. Belə. Fransanın Lataringiya bölgəsində əsasən var idi müəyyən qədər. Getdikcə həmin ehtiyatlar tükənir və yaxud da ki, səthə yaxın olan hissələr istehsal olunduğu üçün
əsasən hardan çıxarırlar? Daha dərin qatlardan və bu da şaxta üsulu adlanır. Hansı ki ərazisi çox böyük olan ölkələr var. Onlarda məsələn dayaz yerləri qazırlar, açıq üsuldan çıxarırlar. Dərinliyi artdıqca həmin quyunu dayandırırlar, sonra başqa bir ərazidən istismar edirlər. Yəni açıq üsulla belə deyək faydalı qazıntıların hasilatı adlanır və bu eninə hasilatdır və bu hasil olunan məhsul digər məhsullarla müqayisədə ucuz başa gəlir. Amma hansı ki ölkələrdə məsələn əvvəldən təbii sərvətlər mənimsənilib, məsələn Avropa ölkələrində səth hissələrdə tükənib, artıq getdikcə daha dərin qatlara enmək məcburiyyətindədirlər. Şaxta üsulu ilə təbii sərvəti səthə çıxarmaq məcburiyyətindədirlər və görürlər ki, dərinliklərdən xam malın hasil edilməsi əsasən çətindir. Nə mənada həm oradakı işçilərin sağlamlığının bərpa olunması, həm ağır şəraitdə çalışmaq, dərinlik artsa təzyiq artır, rütubət dəyişir. Yəni iş prinsipi çətinləşir və müasir texnologiya tətbiq olunmalıdır ki, həmin xammal əsasən səthə demək çatdırılmış olsun. İstər-istəməz bu baha başa gəlir. Ona görə bəzi Avropa ölkələrində hasilat olunan quyular dayandırılır. Yəni dərinliyə çünki baha başa gəlir. Daha çox xam malı ucuz qiymətə başqalarından ixal edirlər. Bu da sənaye sahələrinin hara meyl etməsinə səbəb olur? Sizcə hara meyl eləməsinə səbəb olur? Bilirsiniz ki, əgər xam mal özündə yoxdursa, başqalarından alırsan da, düzdür? Nəyin vasitəsi? Gətirirsən onu öz ölkənə. Limana meyl eləyir. Bəli, bəli. Dəniz limanlarına meyl edir. Dünyada məşhur dəniz limanlarından hansılarını tanıyırsan, Onur? Məsələn, Avropada Niderlandın ən məşhur dəniz limanı hansıdır? Amsterdam, Bəs Antwerpen hansı ölkənin limanı idi? Belçikanın. Bəs Havr limanı? O da Fransa. Bir dəqiqə, Antwerpen limanı Belçika dedin də elə? Aha, Belçika. yaxşı. Kobe hansı ölkənin idi? Yaponiya. Dampir limanı? Meksikanın. Yox. Meksikanın paytaxtına uyğun adı var. Meksikanın paytaxtı Mexico. Ona uyğun Tampico. Tampika. Bəs Dampir haraydı? Dampir, Port Hedland, Cənubi Newcastle. Cənubi. Üçü də haraydı idi? Avstraliya. Avstraliyanın bəli limanı idi, düzdür. Avstraliya idi. Deməli, bəzi limanlar var ki, onlar məhsulu əsasən ixrac etmək məqsədi ilə fəaliyyət göstərir. Bəzi limanlar var, onları idxal etmək. Məsələn, onları ayırd eləmək lazım. Necə ayırd eləyə bilərik? Məsələn, Yapon limanlarının hamısı hansı məqsədlə? Demək, hamısı idxaldır, bəli. Amerika limanları, məsələn, Yeni Orlean və yaxud məsələn New York limanı, deyək ki, San Francisco limanı. Əksəriyyəti xam malı idxal edənlərdir. Hansı ki, məsələn, Meksika limanıdır, Braziliya limanıdır. Braziliya limanlarında görə elə İbrahim 2 dənə limandır. Bir-birinin yanında qeyd eləmişdik, əzbərləmək lazımdır. Kimin yadında qalıb Braziliya limanları? Santos Tubaran. Santos. Tubaran. Bəli. Bəs Richards Bay haraya aiddir? Hansı ölkə? Cənubi Afrika idi. Və düzdür, əhsən. Bəs digər ona bənzər bir adda liman var. Səudiyyə Ərəbistanı məxsus. Rastanura. Düzdür, Rastanur. Xark limanı haraya idi? İran. Düzdür. İrandır, Səudiyyə Ərəbistandır. Məsələn, Min Əl-Əhmədi var, Küveytə məxsus. Bunlar daha çox xam malı ixrac edən limanlardır. Yəni bu təbii sərvətlərin yayıldığı ölkələrin əksəriyyəti xam mal ixrac etdiyi üçün həmin ölkələrdə yerləşən limanlar əsasən xam mal ixrac edən limanlar kimi tanınır. Hansı ki, inkişaf eləmiş ölkələrin limanları var. Deyək ki, Avropa ölkələrində məsələn Fransanın Havr, Marsel limanı, sonra Almaniyanın limanı hansı idi? Məşhur bir şəhərin adı. Hamburg. Düzdür, Hamburg. Hamburg limanı. Yəni bunlar daha çox idxal əsasən xam malı olan limanlardır, belə deyək. Və dünyanın bu tip təbii sərvətlərinin olduğu ölkələrdən xam mal idxal olunur. Kömür haqqında da qeyd elədik. Əsasən dedik ki, energetika sənaye sahəsində istifadə olunur bu təbii sərvətlər. Digər təbii ehtiyatlar əsasən bu yanar idi, düzdürmü? Birinci qrup yanar. Yanar ehtiyatlardan digərləri hansılar idi? Torf, şist, Yanar şist. yanar şist. Niyə bunların adı bu siyahıda o qədər də əhəmiyyət, yəni bu Değiştiler. çünki onların yanacaq vermə qabiliyyəti azdır. Daha çox ölkə daxili tələbatda istifadə olunur. Yəni onların
belə deyək də, o qədər də əhəmiyyətli, dünyada böyük deyil. Sonra, bəs torf ehtiyatının yayıldığı əsas ölkələr hansılardır? Şimal ölkələrdir, daha çox soyuq ölkələr. Əsasən iynəyarpaqlı meşələrin, tayqanın, tundranın olduğu ölkələr. Məsələn, Rusiyanın misal Skandinaviya. Bəli. Skandinaviya demək, əsas məsələn Kanadanı misal göstərə bilərik. Bu yəni ki, xüsusiyyətə malik olan Amerika Birləşmiş Ştatları. Demək belə. Sonra filiz ehtiyatlar. Filiz ehtiyatlar bu bildiyi yanar faydalı qazıntılar əslində hansı süxurların tərkibində olur? Çökmə. Bunlara necə faydalı qazıntılar deyirik? Əsasən bitki və heyvan qalıqlarından yaranan faydalı qazıntılar necə adlanır? Bəli, düzdür, üzvüdür. Filiz faydalı qazıntılar bəs nədən meydana gəlir? Hansı süxurların tərkibində yayılır? Magmatik metamorfik. Düzdür. Əsasən yayıldığı ərazinin xüsusiyyəti necə olur? Məsələn, yanar faydalı qazıntılar daha çox düzənliklərdə və çökəkliklərdə, eyni zamanda demək su hövzələrində, dünya okeanının şelf zonasında və s. yayılır. Bəs dəmir, filizi, mis və digər metallar daha çox harda yayılır? Dağlıq ərazilər, yaylalar, kristallik bünövrənin səthə çıxdı. Filiz faydalı qazıntılar akkumulyasiya prosesinin üstün olduğu ərazilərdə yayılır, yoxsa denudasiya? Denudasiya. Düzdür. Suxurlar, yumşaq suxurlar dağılır, başqa yerə daşınır, altdan möhkəm suxurlar səthə çıxır. Kristallik bünövrənin səthə çıxdığı yerlər. Dəmir filiz ehtiyatına görə dünyada tanınan ölkələr hansılar idi? Hindistan, Rusiya, ABŞ. Düzdür, doğrudur. Məsələn, Liberiya var Afrikada, Şimali Avropada İsveç var. Elə Avstraliya, Qazaxıstan, bir çox təbii Çin özü bu təbii sərvətdən zəngindir. Bəs dünyanın mis qurşağı dedikdə hansı ölkələr nəzərdə tutulur əsasən? Kordilyer. Yox, Kordilyer deyil. Peru. Ant dağlar. Ant sözünün mənası mis deməkdir. Yadınızda saxlayın. Ant dağları da 3 hərfdir. Mis də 3 hərfdən ibarət. Ant sözü mis deməkdir. Bir də Peru, Çili, bəli. Bəs başqa hansı ölkələr xüsusilə mis qurşağı adlanır? Hara? Kolumbiya, Ekvadordur bir də. Əsas yox, bu ölkələrdən Çili, Perudur. Bəs digər regionu soruşuram, başqa bir region. Ant dağlarından kənar. Cənubi Afrika Respublikası var. Cənubi Afrika yoxsa Onur kömək eləyin. O Xıdırla Zambiya, yox. Kongo Demokratiklə. Kongo və bəli, doğrudur. Kongo və Zambiya. Doğrudur. Demək, Afrikanın mərkəzində yerləşən ölkələr. Zimbabvenin adı qeyd olunurdu əvvəllər. İndi daha çox elə Kongo və Zambiyanın adı qeyd olunur. Demək belə. Bunlar oldu mis qurşağının yayıldığı ərazilər, amma mis bir çox ölkələrdə var. Sonra digər təbii sərvətlərin alüminit məşhurdur, xüsusilə filiz ehtiyatlarından. O, boksit, nifilin və alüminiumdan əldə. Boksit, nifilin, bir də alüminitdən əldə olunur. Dünyada ən çox boksit yayılan ölkələr hansılardır? Avstraliya, Avstraliyanın hansı rayonu idi, xüsusilə dünyada məşhur idi? Hansı yarımadası? Şimalında Cape York yarımadasındaydı ən böyük. Demək, boksit hasil olunan rayon hesab olunur. Bəs Latın Amerikasında hansı ölkələr idi? Guyana, Surinam. Sonra bir də ada ölkəsi var. Xüsusilə mütləq adını qeyd etmək lazımdır. Yamayka. Yamayka, doğrudur. Bəs məsələn, digər Asiya ölkələrindən hansıları misal göstərə bilərik? Alüminit ehtiyatına görə zəngin olun. Yəni, nəhəng ölkəsi hansıdır Asiyanın? Rusiya, Çin. Düzdür, Rusiya birincidir, Çin dünya üçüncüsüdür dünya. Yaponiya deyə bilərik. Yaponiyanın demək olar ki, heç bir təbii sərvəti yoxdur. Onlar deyirlər ki, bizim təbii sərvətimiz əsasən əhalinin əmək sevərliyidir. Yəni, belə deyək, demək, Qazaxıstandır, məsələn, Ukraynadır, sonra Macaristan və Fransada var. Bayaq Fransa demişdiniz. Fransa əsasən alüminitlə məşhurdur. Azərbaycanda da təbii ki var da, yadınızdadırsa. Hansı rayondaydı? Zəylik. Daşkəsəndə. Daşkəsəndə, doğrudur. Azərbaycanda yalnız bir dənə ərazidə mövcuddur o da. Demək belə, bu təbii ki, filiz ehtiyatlarının indi xüsusiyyətlərini qeyd edəcəyik. Özlərinə məxsus, yəni qrupları da var bunların. Dedik ki, hansı ərazilərdə yayılıb. Bir də onlara aid konspekt atacağım qısa şəkildə hansı ölkədən yayılıb. Bilirsiniz ki, digərləri isə qeyri-filiz faydalı qazıntılardır. Bunlara kimyəvi xammal, xörək duzu, kalium və s. Fosforit, məsələn, digər maddələr, sonra tikinti materialları və əsasən qiymətli daşlar, məsələn, almaz və s. daxildir. Dünyada
şora ehtiyatı var idi. O hansı ölkədə idi? Bir dənə təbii sərvət olaraq. Adını desəm zaten biləsiz deyə adını deyəmirəm. Onur, dünyada bir dənə ölkənin adı ilə şora ehtiyatı var idi. Nə şorası? Haranın şorası? Onu bilmədim. Şoranın. Çili. Kimya sənayesində istifadə olunur. Çili şorası kitabda var, birdən düşər. Sonra yəni dərslikdə var. Bəs fosforit qurşağı haraydı? Onda fosforit qurşağını denən. Atlas dağı. Hara? Atlas Atlas dağları, dağı. bəli. Bir də başqa hansı ərazilərdə var idi? 3 dənə əsas ərazidir. E, Amerika Birləşmiş Ştatlarının bir yarımadasındadır. şey Yucatan. Yucatan ona məxsus deyil. Yox, Yucatan. Cənub-şərqində bir yarımada var. Amerikanın məşhur ərazisi Florida var. Kaliforniya. Florida. Kaliforniya yarımadası ABŞ-a məxsus deyil ki. Bu Meksika. Meksika'dır. Hə, o ştatdır, ABŞ-a məxsus olan hissəsi. Körfəzlə yarımada Meksikaya məxsusdur. Demək, Florida yarımadası bir də hansı düzənlikdə var? Asiyada bir düzənlikdir, məşhur bir ölkədədir. Böyük Çin düzənliyi, Böyük Çin düzənliyidir. Demək belə. Demək, tikinti materialları dünyanın bir çox ölkələrində ola bilər. Bu normaldır. Hər yerə yayılıb, belə Azərbaycanın kiçik ölkə olmasına baxmayaraq Azərbaycanın hər yerində rast gəlmək mümkündür. Demək, qiymətli daşlardan xüsusilə bilirsiniz, almaz məşhurdur. Almaz yaxşı cilalananda ona brilyant deyirik. Bəs bu almazın yayıldığı əsas region haradır? Dünyada ən məşhur almaz yataqları harada yerləşir? Afrikanın cənubu. Düzdür. Namib. Hansı ölkənin sahilləri, xüsusilə su obyektinin sahilləri? Məsələn, Namib. su sahilləri desək, Namib sahilləri. Əsasən almaz ehtiyatı ilə məşhurdur. Cənubi Afrika Respublikasının ümumiyyətlə Afrikada yeganə inkişaf etmə səbəbi kimi bir çox amil qiymətləndirilir. Onlardan biri köçünmə kapital sölçü olmasıdır. Digəri də hansı təbii sərvətlərinin zəngin olmasıdır? Neft, qaz, boksitdən başqa hər şey. Düzdür, əhsən. Yəni xüsusilə əsasən qızıl və almaz ehtiyatına görə. Daha çox, yəni onun inkişaf səbəbi gəlsə qızıl və almaz ehtiyatına görə zəngin olması, yəni bu cəhətdən əsas amil kimi qiymətləndirilir. Yəni onun inkişafının əsas təməli kimi bu qiymətləndirilir. Belə, demək, indi onların istehsal olunduğu ölkələr, əsasən neftin yayıldığı ərazilər. Gördüyünüz kimi dünyada ən çox neft ehtiyatı hansı su obyektinin sahilində yerləşir? Hansı su obyektinin sahilindədir? Hansı Karib. dəniz? Karib dənizi, bəli. Sonra Səudiyyə Ərəbistan hansı su obyektinin sahillərində yerləşir? Qırmızı dəniz, İran Qırmızı körfəzi. dəniz və əsas neft ehtiyatı hansı? İran körfəzi təbii ki. Sonra təbii ki dünyanın digər ölkələri gəlir. Əsas yəni bu ilk ölkələr Ərəbistan vaxtilə birinci idi. Sonra Venezuela birinci yerə keçdi. Digər ölkələr Afrikadan da Nigeriyadır. Afrikadan bir çox ölkəni qeyd edə bilər. Liviya, Əlcəzair, Qabon və demək Anqola kimi ölkələr demək neft ehtiyatı ilə qaz ehtiyatı ilə məşhur olan ölkələrdir. Belə, Cənubi Amerikadan Braziliyanın adını xüsusilə qeyd edə bilərik. Şimali Amerikadan Meksika, ABŞ, Kanada üçünün də adını qeyd edə bilərik. Böyük ölkələr və təbii sərvətlə zəngindirlər bu təbii sərvətlərlə. Asiya ölkələrindən demək İran körfəzi ölkələri adları ki, hansı ki burada qeyd olunub, ərəb ölkələri əksəriyyəti. Və Avropa ölkələrindən də qeyd elədiniz ki, Şimal dəniz sahilləri, Böyük Britaniya, Norveç, Niderland kimi ölkələr neft ehtiyatı ilə yaxşı təmin olunub. Brent markalı neft istehsal edir Böyük Britaniya. Gəldik digər ehtiyata, hansı ki qaz ehtiyatıdır. Qaz ehtiyatına görə dünya birincisi Rusiyadır. Yenə də eyni tipli ölkələrdir demək olar ki, hansı ölkədə təbii sərvət neft ehtiyatı varsa, o ölkədə demək olar ki, qaz ehtiyatı var. Burada görürsünüz, bir dənə xüsusilə buna diqqət yetirmək lazımdır. Türkmənistana Türk dövlətləri içərisində ilk beşlikdə olan ölkədir. Yəni ən çox Türk dövlətlərindən qaz ehtiyatı olan ölkə məhz Türkmənistandır. Digər ölkələrdə bir-birinə oxşar adlardır. Gördüyünüz kimi sadəcə sıralamaları dəyişib qaz ehtiyatına görə. Sonra digər təbii sərvət təbii ki, əsas indi kömürü qeyd eləyəcəyik. Yayıldığı areal kimi. Niyə sildi görəsən? Bir dəqiqə. Səhifəni yenidən açım nəsə. Bağladı. İndi isə kömür ehtiyatları.
paylaşım sizdən. Deməli, burada gördüyünüz kimi kömür ehtiyatı birinci yerdə ABŞ-dır. Digər ölkələr hansı ki adlarını zaten bilirik. Demək ki, əsas ixracatçılar Amerika Birləşmiş Ştatlarıdır, Rusiyadır, Avstraliyadır. Bunlar dünyanın əsas kömür ehtiyatından təmin edən ölkələr. Digərləri sonra sıralamada gəlir. Bəs potensial ehtiyatlar hansılardır? Potensial ehtiyatlar bir var hasil olunan təbii sərvətlər, istehlaka cəlb olunmuş. Bir də var, məsələn, bəzi yerlər var ki, orada təbii sərvət var, amma hələ ki istifadəsi demək olar ki mümkün deyil. Ola bilər ehtiyat mövcud olsun, amma başqa bir səbəbdən də istehlaka cəlb edilməyə bilər. Bəlkə də suxurun tərkibində təbii ehtiyatın miqdarı azdır. Gələcəkdə dünyanın digər yerlərində təbii ehtiyat tükənəndə və yaxud təbii ehtiyatın qiymət həddindən artıq yüksələndə, təbii ki, bu təbii sərvətlərdə istehsal prosesinə demək cəlb olunacaq. Dünya ölkələrinin təbii ehtiyatlarla təmin olunma dərəcəsini necə yoxlayırlar? Necə müəyyənləşdirmək olar ki, bu ölkə təbii sərvətlə yaxşı təmin olunur? Bir-birinə bölürük də onları. Nəyi nəyə bölürük? Yəni, ümumi ehtiyatı nəyə bölürük? Əhalinin sayına. Bu bir. Adam başına düşən ehtiyat. Bəs ikinci qayda hansıdır? Necə yoxlaya bilərik ki, bu ölkə yaxşı təmin olunub, yoxsa pis təmin olunub? Başqa bir düstur da var idi. Ümumi ehtiyatımız varsa, hər il ondan biz istifadə edirik. Düzdür? İllik hasil edirik. Məsələn, tutaq ki, bizdə, məsəl üçün, 5 milyard ton neft ehtiyatı var. Hər il onun 50 milyon tonunu götürürük. Düzdürmü? İranda deyək 15 milyarddır. O da hər il, məsələn, 150 milyon ton götürür. Təbii ki, burada müqayisə edə bilərik ki, hansı ölkənin təbii ehtiyatla təmin olunma dərəcəsi yaxşıdır. Ümumi ehtiyatı böləcək illik istifadəyə. Hansı tez qutarsa, deməli o yaxşı təmin olmayıb. Aydındır. Bir də təbii ehtiyatların ümumi miqdarına əsasında təyin olunur ki, kimdə daha çox təbii sərvət yayılıb. Deməli, adam başına düşən ehtiyat ümumi ehtiyatın illik hasilata, istifadəyə, yəni hasilata nisbəti, bir də ümumi ehtiyatın miqdarı dünya ölkələrinin təbii ehtiyatlarla təmin olunma dərəcəsini əsasən müəyyənləşdirməyə imkan verir. Təbii ki, təbii ehtiyatlar xammal hesab olunur və onlar məhsul istehsalı prosesi zamanı çəkilən əsas xərclərdir. Məsələn, məhsulun maya dəyərinə əsas təsir göstərən məhz təbii sərvətlərdir. Onların da əsas hissəsi yayılıb inkişaf etməkdə olan ölkələrdə. Amma emal prosesi gedir inkişaf etmiş ölkələrdə. Bunun bir çox səbəbləri var. Sonra bunları qeyd edəcəyik, niyə görə belə bir hal baş verir. Bilirsiniz ki, dünyada yəni təbii sərvətlərlə yaxşı təmin olunan ölkələr əsasən böyük ölkələrdir və onlar təbii sərvətləri ixrac edirlər. Daha çox inkişaf etməkdə olan. Bəs kim təbii sərvətlərin əsas idxalçısıdır? Qərbi Avropa, Yaponiya, Koreya Respublikasında inkişaf etmiş ölkə olsa da təbii sərvət yoxdur. Bir də Amerika Birləşmiş Ştatlarının təbii ehtiyatı olsa da, yenə də təbii sərvətlərini inir. Xammalları ölkədə idxal edir ki, digər sənaye sahələrinin xammalı olan tələbatı tam şəkildə ödənilmiş olsun. Belə. Yəni, burada təbii sərvətlərin hasil olduğu ölkələr qeyd olunub. Gördüyünüz kimi, hansı ki, məsələn, böyük ölkələrdir, sıralamada görürsünüz. Və dünyanın neft-qaz ehtiyatlarından zəngin olan ölkələri mis ehtiyatı ilə qeyd eləmişdik regionu. Sonra dəmir filzi ehtiyatı yenə dünyanın tanınmış ölkələri və nisbətən sayı etibarilə böyük ölkələrdir. Rusiya, Ukrayna, Braziliya, Avstraliya qeyd olunub. Meşə ehtiyatları, hansı ki meşə ehtiyatları biz iki qrupa ayırmışdıq. Şimal meşə qurşağı, bir də cənub meşə qurşağı. Şimal meşə qurşağı hansı idi? Hansı əsasən meşələrin yayıldığı ərazi? İynə yarpaqlı, enli yarpaq, bir də qarışıq meşələrin yayıldığı ərazilər idi. Daha çox Avropa, xüsusilə Rusiya, Şimali Avropa ölkələri, Norveç, İsveç kimi ölkələr və Kanada, Amerika Birləşmiş Ştatlarında yayılmış meşələr. Cənub meşə qurşağı deyəndə ekvator ətrafı ölkələr, məsələn Braziliyadır, Konqodur, deyə İndoneziya kimi ölkələrdə yayılmış meşə qurşağı. Sonra demək, digər təbii sərvətlər dediyi qeyd olunub, onsuz da, yəni özünüz də görürsünüz kitabdan, işarələdim, özü də yəqin ki, oxuya bilirsiniz ekranı, təkrar eləməyimə ehtiyac yoxdur. Demək belə. Burada bu şəkli mən sizə atmışam. İstəyirsiniz bir dəfə də göndərərəm. Təkrar göndərəcəm zaten, yəni materialları. Bu şəkildə nə əks olunub? Dünyada əsas hansı təbii sərvətlər var? Onlar qeyd olunubdur. İndi mən onu çevirəcəm. Siz baxarsınız oradan. Demək belə.
E, Görürsünüz ki, ən məşhur ehtiyatlar hansı regionlarda da onlar qeyd olunub. Xüsusilə burada əsasən bu şəkili çevirməyimdə əsas məqsəd burada uran ehtiyatının yayıldığı ölkələrə baxmaqdır. Demək, Kanadadır, Qazaxıstandır, Avstraliyadır. Ən çox ehtiyatlar bunlardadır. Bir də digər ölkələr. Bu regionlarda regionları əzbərləməyə ehtiyac yoxdur. Əsasən onsuz da zaten bilirik regionları müəyyən qədər düşsə, ölkələri əsas tanısaq regionda tanımağa imkanımız olacaq. Bəs dünyada qalay Wolfram qurşağı deyəndə hansı region nəzərdə tutulurdu? Xatırlayan varmı? Orta Asya. Aha, doğrudur. Cənub-Şərqi Asiya ölkələri, bəli. Belə. Bu dünyanın təbii ehtiyatları idi. Hansı ki, Azərbaycan haqqında da bəhs edib. Azərbaycan haqqında olan mövzunu sonrakı bölmələrdə qeyd eləyəcəyik. Təbii ehtiyatlarla bağlı olan hissəyə müəyyən qədər toxunmuş olduq. Sonra indi ümumilikdə dünyanın təbii ehtiyatlarının yayıldığı ölkələri qeyd eləyək. Paylaşıram bir dəqiqə sizinlə. Bir də təkrara baxaq, hansı əsas təbii ehtiyatlar var. Gördüyünüz kimi neft ehtiyatlarının yayıldığı ölkələr. Bunu göndərəcəm, bir də oradan baxarsınız. Əsasən qaz ehtiyatları, daş kömürü ehtiyatları, bir də çalışan şərti işarələrinə baxaq. Xüsusilə hansı daha əhəmiyyətlidirsə, onların şərti işarələrinə. Burada qeyd olunmuş fosforid ehtiyatı gördüyünüz kimi ABŞ-dır, Atlas dağları, xüsusən Mərakeş ölkəsi. Nauru qeyd olunub. Bir də şərqdə Çində mövcuddur. Apatit ehtiyatları, Şərqi Avropa, Çin gördüyünüz kimi dəmir filizi ehtiyatları. Adın müəyyən qədər az eşitdiyiniz Liberiyadır burada. Sonra Avropada İsveç ölkəsi var. Şimalda Skandinaviyada onda mövcuddur. Boksit ehtiyatlarından məsələn böyüklər zaten bilirsiniz. Avstraliya, Yamayka bunu yəni Yamaykanı bilməzsiniz. Latin Amerikasına aid olan ada ölkəsidir. Qvineya, Surinam demək qeyd olundu. Qazaxıstan qeyd elədi, səhv eləmirəmsə. Venezuelada bilirsiniz bir yayla var. Orada boksit ehtiyatı mövzudur. Hansı yaylaydı? Cənubi Amerikanın şimalında. Hansı? Viyana. Aha, doğrudur. Bir də neft ehtiyatı bəs hansı ovalıqda yerləşirdi Venezuela arasında? Orinoco. Düzdür, Orinoco balığı. Alunit ehtiyatı Azərbaycanda deyir, alunit yatağı Çindəki yataqdan sonra güya dünyada ikincidir. Düzdür, bu ifadə çıxarılıb, birdən hansısa testdə qabağıza çıxar. Titandan o qədər sual düşmür, amma dərslikdə var, bu tapşırıq var ondan bağlı. Birdən düşə bilər. Demək, Cənubi Afrika Respublikasında. Sonra nikel ehtiyatı, bu da dərslikdə bir tapşırıqda verilibdir. Əsasən düşə bilər də müəyyən qədər. Düşmür, ancaq yəni hissə test topusunda bununla bağlı sual yoxdur. Məsələn, manqanla bağlı suallar gəlmir. Xromit ehtiyatı ilə bağlı daha çox demək iki ölkə, Türkiyə və Filippin əsas məşhurdur. Azərbaycanda da Kəlbəcərlə Laçındır bilirsiniz. Qala ehtiyatı Cənub-Şərqi Asiya ölkələri, demək İndoneziya, Malazya, Tayland. Mis ehtiyatı gördüyünüz kimi Çili, Peru ölkələridir. Sonra digər ölkələr Kongo, Zambiyadır və dünyanın başqa ölkələrində də təbii ki mövcud, xüsusilə böyük ölkələr. Sonra qızıl ehtiyatı, qızıl ehtiyatına görə Türk dövlətlərindən xüsusilə kimi yadımızda saxlayırıq? Özbəkistan, Cənubi Afrikanı qeyd elədik, Rusiyanın ABŞ-da və bir çox ölkədə qızıl ehtiyatı var əslində. Qazaxıstanda məsələn Türk dövlətlərindən Azərbaycanda. Uran ehtiyatı isə artıq qeyd eləmişik, uran ehtiyatı hansı ölkələrdədir? Belə. Bu dünyanın təbii ehtiyatlarıdır. Dedik, onlar tükənən və tükənməyən ehtiyatlar qrupuna aiddir. Bu siyahıda gördüyünüz hamısı, bütün təbii sərvətlər necə ehtiyatlar qrupuna daxildir? Demək, tükənən ehtiyatlar qrupuna daxildir. Gələn dərsimiz əsasən sənaye və eti və sənaye sahələri olacaq. Dünyanın təbii ehtiyatları mövzusunu hissə test topusundan təkrarlamalısınız. Belə, indi demək, suala baxaq. Sınava. Daha doğrusu qəbuldan, köhnə qəbullardan baxaq. Birinci gündən mövzu qəbul sualları olacaq. Bir dəqiqə siz istirahət edin.
Bir dəqiqə səbirli olun siz. Mən indi sizin üçün test açacağım. Demək, burada suallara baxaq zəhmət olmasa. 2012-ci ildir. Düzdür, biz əvvəllər hamısını işləmişik, onları bir də təkrarlayacağıq. Xüsusilə bu 2019, 2020, 2021, 22, 23, 24, 25 qəbula qədər bir dəfə də üzərindən gərək keçək onların. Sadəcə yeni təkrarlamışıq deyə hələlik onları istəmirəm işləyək, qəbula yaxın vaxtda işləyərik. Azərbaycan Respublikası haqqında olan test. Birinci sual. Zəhmət olmasa kömək eləyin. Birinci sualın cavabı nə olacaq? D variantı. D variantı. Demək, qeyd olunur ki, Azərbaycanda yayı quraq keçən mülayim isti iqlim şəraitinin becərilən bitkilər. Yayı quraq keçən mülayim isti iqlim Azərbaycanın hansı ərazisidir? Lənkərandır. Lənkəran ovalığı. Lənkəran ovalığında əsas yetişdirilən məhsul sitrus meyvələri və faraj tərəvəzi, təbii ki, çaydır, çəltik də qeyd eləyə bilər. Təbii ki, əsas bitkilər xüsusilə. Demək, birinci sualın cavabı budur, doğrudur. Bəs qışı quraq keçən mülayim isti iqlim olsaydı, məsələn, hansı bitkilər seçə bilərdik? Məsələn, qanı xəyri çay. Qanı xəyri. Məsələn, qanı xəyri çayda nə yetişdirilir? Gülçülük olar, nə Bəli. Sonra dərzəkli meyvəsilik. Dərzəkli Yox, meyvə. dərzəkli. orada da həmçinin çay istehsal olunur və həmçinin çəltik məhsulu yetişdirilə bilir. Yəni bu Lənkəranın əksisidir. Bilirsiniz, Azərbaycanın əksər düzənlikləri yarım səhradır. 3 dənə düzənlik xüsusilə münbitdir, daha məhsuldardır və əlverişli iqlimə malikdir. Bunlar hansılar idi? Biri Lənkəran ovalığı idi, digəri Qanı Xəyriçay idi. Üçüncüsü hansıdır? Roras. O bir. Qusar mali düzənliyi. Qusar mali düzənliyi yağıntıları bərabər paylanan mülayimdir. Lənkəran yayı quraq keçən mülayim. Demək, Qanı Xəyriçayda qışı. Kür Araz əsasən yarım səhra quru çöldür. Torpaq ehtiyatları əsasən qeyri-münbitdir. Amma təbii ki, orada da məhsul yetişdirilir. Kür Arazda bilirsiniz ki, demək, quru subtropik iqlim şəraitində quru subtropik meyvəçilik, pambıqçılıq, demək, bostan məhsullarının yetişdirilməsi ilə əsasən məşhurdur. Sonra ikinci sual, 77-ci sual. Buyurun, zəhmət olmasa. Onur, səsin gəlsin. Ölçənsin. 1000 nəfərə 6. Nə qədər ölçənin əhalisi? 10.500 min. 10 milyon 500 min, düzdür? 500 min. Deyir ki, təbii artım 1000 nəfərə 6 nəfər olarsa. Əhalinin orta illik artım faizlə və 5 ildən sonra əhalinin sayını proqnozlaşdırın. Hesablama aparmadan faizi tapa bilərikmi? Kim cavab verə bilər? İbrahim, buyur. Mehri, Gülnarə, Fidan. Uşaqlar, hesablama aparmadan necə tapa bilərik? Bilirsiniz ki, təbii artım neçə nəfərdir? 1000 nəfərə 6 nəfər. 6000-in neçə faizidir? 6000-in neçə faizidir? 600-ün neçə faizidir? Altını tapmaq olar, 100-ün neçə faizdir? 600-ün 6 faiz deyil, 1000-in də 0,6 faizdir. Cavab ya-dır, ya B. İndi burada belə hesablama liqasında demək 1000 nəfərə neçə nəfər düşür? 6 nəfər. Onda 10 milyon 500 min nəfərdə x nəfər olacaq. Demək 1000x bərabər olacaq. Bu da 63 min illik. 6 vurulsun 10 min 500 min. Minlər ixtisar gedir. 1000-ə böləndə buradakı 1000 getdi. 1000-lə bu 1000 ixtisar gedəcək. 10.500-ü vuracağıq 6-ya. Nə qədər oldu? 63 min. 63 min. Deməli 63 min artdı. Bəs niyə cavabda 63 min yoxdur? 5 ilə vuracaq. Bəli, çünki 5 ildən sonra ölkə əhalinin sayını proqnozlaşdırın. 63 mini vursaq 5-ə və nə olacaq? Demək 31 min nə qədər artacaq? 315 min. Bəli, 315 min daha doğrusu artacaq, düzdürmü? Elədir.
İndi Bəli. deyək ki 315 min nəfər insan artdı. Ancaq nə etməliyik? Gəlməliyik nəyin üzərinə? 10 milyon Əhali. 500 minin üzərinə. 10 milyon 500 min üzərinə gələndə cavab 500-ün üzərinə 315 min gəlsə nə qədər eləyəcək? C variantı gəlir. Aha. Demək 815 min nəfər və cavab da nə oldu? 0,6. Minə nə qədər düşürsə faizi tapa bilərik. Amma çətin yolla getsəz təbii ki nə etməlisiniz əslində? Əhalinin orta illik təbii artımı tapmışıq tutaq ki orta illiyi artır 63 min. 63 mini bölməliyik 10.500-ə ümumiyə vurmalıyıq 100-ə. Yenə cavab 0,6 alınacaq orada. Çünki 1 ilə orta illik deyirsə 1 illik soruşur. Sonra Afrika materikinə aid olan əlamətlər. Kim qeyd edə bilər? Əl qaldırın zəhmət olmasa. Kim başlamaq istəyir? Heç kim deyəsən başlamaq istəmir. Afrika yadınızdan çıxıb hamının. Sahilləri zəif parçalanıb yoxsa güclü parçalanıb? Zəif. Zəifdir. Ona görə Afrika sahilləri əslən düzdür. Sahillərində yarımada və körfəzlərin sayı azdır. Sonra buna bənzər digər materiklər hansılardır? Müəyyən qədər. Əsasən xüsusilə bir materik daha çox bənzəyir buna. Şimali Amerika. Yox, əksinə Şimali Amerika çox kəskin parçalanıb. Avstraliya. Məsələn, Avstraliya, Cənubi Amerika, Afrikanın sahilləri nisbətən az parçalanıb. Ancaq ən çox parçalanmış sahil xətti iki materikdədir. Avrasiya və Şimali Amerikada. Yaxşı. Deyir, ərazisinin əsas hissəsi qədim platformada yerləşir. Doğrudur. Mən bu Qafqazdahan deyir. Yox, ümumiyyətlə Yəni- Afrika ərazisində geosinklinal ərazilər çoxdur, yoxsa azdır? Çox. Yəni ərazisinə baxanda seysmik zonalar, məsələn, litosfer tavalarının sərhədləri çoxdur, yoxsa azdır? Azdır. Azdır, bəli. Ona görə Afrikanın çox hissəsi elə hansı platforma üzərindədir? Afrika platformu. Afrika Ərəbistan platforması adlanır. Yəni Afrika platforması da deyə bilərik. Əslində Afrika Ərəbistan platforması adlanır. Deməli, 1 ilə 2-ci cavab hər ikisi nədir? Düzdür. Düzdür. Bir də hansı cavab olacaq? 4. 4, bəli. Denudasyon düzənlikləri necə düzənliklər? Yəni yaylalar çoxdur. Afrikada hansı yaylalar var? Zəhmət olmasa buyur. Kartpesti, Darfur, Jos. Darfur, Mesetta. Zosa ehtiyac yoxdur. O düşən bir şey deyil. Sonra bu qalıb əsasları qalıb. Axaqqa, Divyan. Tibesti, Darfur. Yox. Sonra üçünü dediniz. Bəs M- Efiopiya Mesetta yaylası, var. Şərqi Afrika yaylası, Kilimanjaro dağı hansı yaylanın üzərindədir? Şərqi Afrika yaylasının üzərində. Bax, əsas 5 dənə bunlar yadda qalmalıdır. Demək, Axaqqa, Tibesti, Darfur və Efiopiya ilə Şərqi Afrika yaylası. Bəli, yaylalar çoxdur o səbəbdən. Demək, denudasiya prosesi çox gedib deyə, məhz dağlar dağılıb, zamanla yaylaya çevrilib. Bəzən dağlar dağıldıqda, yaylaya çevrildiqdə, o dağların, yəni keçmişdəki bu ərazinin dağ olduğunu sübut edən yaylalar, Şahid dağlar. müəyyən sütunlar qalır ki, onlara şahid dağlar deyirik. Cavabımız oldu 1, 2, 4 və 1, 2, 4 də B variantında öz əksini tapıb keçək növbəti sualımıza. Demək belə, növbəti sualımız hansı olacaq? 79-cu sual. Son illərdə Azərbaycanda əhalinin təbii artımı və doğumunun səviyyəsinin dəyişməsi hansı qrafikdə düzgün göstərilib? Oğlan da azdır, ölən də azdır. Aha, doğulan azdır, ölən də azdır. Onda getdikcə təbii artım və doğum arasında fərq nədir? Yəni C hansı? variant. C variant. Bəli, hər ikisində getdikcə nə baş verir? Azalma. Təbii artım da azdır, bəli, doğum azdır deyə təbii artım da azalır. Bəs Azərbaycan əhalisinin ümumi sayını soruşsaydı? Azərbaycan əhalisinin sayı illər artdıqca, məsələn, təbii ki, normalda təbii artım azaldıqca bəzən əhali də azala bilər. İstisna hallarda necə? Məsələn, təbii artım 0 və ondan aşağı düşəndə əhali artmır. Amma bizdə artır. Sadəcə olaraq əvvəlki kimi çox yüksək sürətlə deyil. Amma məsələn, ümumi əhali daim artır təbii ki. İllər ötdükcə Azərbaycan əhalisi ildən ilə çoxalmış olur. Cavab C idi, bəli. Sonra bu neçənci sual idi? 79. Sonra gəldik 80-ci sual. Buyurun.
Qeyri-ənənəvi enerji mənbələrinin əsas xüsusiyyətlərini qeyd edək. 136. 136. Ekoloji cəhətdən təmizdir. Təbii ki, günəş, məsələn, külək bir doğrudur. Tükənməyən ehtiyatlardır. Bəli, elə indi qeyd eləmişik bunu. Bir də 6. İstifadə edilməsi enerji ilə təminata kömək edir. 100% də doğrudur. Bəli. 136-dır. Cavab D variantı. Başqa hansısa sual, qaranlıq məqam varsa qeyd edeyim, müzakirə edeyim. Sonra demək 81-ci sual. Doymuş hava nədir? D olar da D. D. Tərkibində mümkün ola biləcək qədər su buxarı olan havadır. Yəni havanın tərkibində nə qədər su buxarı mümkündürsə, yəni hava nə qədər su buxarı saxlaya bilirsə, əgər onun ehtiyac və tələbatı qədər, bəli, havada su buxarı varsa, deməli o Doymuş necə hava havadır. sayılır? Bəli, doymuş hava sayılır, doğru idi. Sonra bəs Burada doymamış hava doymamışdı nədir? da. Tərkibində mümkün ola biləcək qədər, yəni tələb olunandan az su buxarı varsa, deməli o doymamış havadır. Sonra İranla həmsərhəd olan iqtisadi rayonlar. Bu biraz köhnəlib, amma yenə də keçərli müəyyən hissəsi var. Hansı rayonlar İranla həmsərhəddir? Şahbuzdan başqa bütün Yox, rayon olaraq iqtisadi rayonlar. Bu köhnədir. Lənkəran Astara həmsərhəddir. Qarabağın indi hal-hazırda Füzuli hissəsi, indi yuxarı Qarabağ yoxdur. Qarabağ var, Füzuli hissəsi sərhəddir. Aran, Mərkəzi Aran həmsərhəd deyil. Çünki o Parsalanın, Mil, Muğana, Şirvan, Salyana onlar həmsərhəddir. Kəlbəcər, Laçın olub Şərqi Zəngəzur o həmsərhəddir. Bu sual köhnəlib deyə bu sualın cavabını tapamayacaq. Çünki Azərbaycan Respublikası 14 iqtisadi coğrafi rayona bölünür. Ona görə amma bu 10 iqtisadi rayon dövrünə aid sualdır. Yəni bu sual köhnəlib də ona görə. Sonra 83-cü sual zəhmət olmasa 45 milyarddan 3,5 milyarda çıxırıq. deməli ümumi daxili məhsul 45 milyarddır. 45 milyard. Ümumi milli məhsul nə qədərdir? 20. 20 milyard. İndi deyir ki, bu dövlətin ölkə xaricindəki məhsulun həcmi. Bu hansına aiddir? Ümumi daxiliyə aiddir, yoxsa ümumi milliyə? Ümumi Milli. millində, çünki ölkə xaricindədir. Ölkə xaricindəki məhsulun ümumi dəyəri 3,5-dir. Bəs onda ölkə daxilində nə qədər olar? Çünki ümumisi 20-dir də. 20 milyardın 3,5-i ölkə şirkətlərinin xaricdəki fəaliyyətidir. Qalan hissəsi isə ölkə daxilinə aiddir. Onda ölkə daxilində ölkəyə Cavab məxsus 28,5-dir müəllim. burada 20-dən neçə çıxacaq? 3,5. Eləyəcək neçə? 16,5. Əgər ümumi daxili məhsulda ölkə şirkətlərinin payı 16,5 isə, onda ölkədə fəaliyyət göstərən xarici şirkətlərin payı nə qədər olacaq? 5-dən 16,5 çıxacaq. 28,5, düzdür? Aha. Sonra demək, faizlə istəsə əgər xarici şirkətlərin payını faizlə əksər bu tip suallarda faiz nə istəyir? Ümumi daxili məhsula 45-i 100% yazırıq. 28,5-i də x% yazırıq. Faizə görə tapırıq. Çox vaxt bu suallarda əksərən hissə test topusunun yeni suallarında deyir ki, ümumi daxili məhsulda payını faizlə ifadə edin. Sonra nəqliyyat növü və onun keçdiyi inzibati rayonlar. Hansı nəqliyyat növüdür bu? A variantdır. A variantı neft kəməri, Abşeron, Xızı, Şabran, Qusar, Siyəzən. Səncə bu Qusardan keçir ümumiyyətlə? 7, yox. Bəli. Qusar burada. Bu hansı rayon ərazisidir? Ora Quba. Xaçmaz. Bu Yox, Qusardır, bu Xaçmaz. Xaçmaz. Quba buradadır. Quba heç bir xarici ölkənin həmsərhəd deyil, düzdür? Demək, bura Şabrandır bu hissə. Bu hissə də Siyəzəndir. Demək, bu olacaq hansı? Dəmir yolu. Dəmir yolu başlayır Abşeron, Şabran. Demək, Abşeron ərazisindən, yəni ki, Şabron, Siyəzən, demək, Xızı və Xaçmaz ərazilərindən keçmiş olacaq. Sonra belə. Sonra keçək növbəti sualımıza. Növbəti sualımız neçədir bu? 84. 85-ci sual. Mevzu erası, Yura və Təbaşir. Buyurun. Kim cəhd eləyir? Suala kim başlayır? A variantı. A variantı. Mevzu erasına aid olan əraziləri hardan seçməliyik?
Böyük Asiya Qafqazın orta hissələri. Dağlardan. Dağlar məsələn burada Rusiya ilə həmsərhəd olan bölgələrdir bu hissə. Burada da məsələn yan silsilə var bu hissədə. Demək, qeyd elədin A variantı 4, 5, 7, 9. Demək 9 bura düşür Qarabağ silsiləsinə. Demək 4-ü qeyd elədin, 5-i qeyd elədin, 7 ara düşür əsasən. O Kiçik Qafqaz. Kiçik Qafqazda bəli, bu hissədə Şahdağ silsiləsi var. Bu hissədə də Murov silsiləsidir, həmin Yeni dağlıq. olmadı mənim. Necə? Yeni olmadı. Yeni olmadı. Y-də baxaq 3, 4, 5, 6. 3-ə baxaq. 3 Kür-Araz ovalıdır. Kür-Araz ovalığında Mezozoy suxurları var. Hansı suxurlardır? Yoxdur. Kaynozoy özdə neçənci dövr? Paleogen, Dördüncü. Neogen yoxsa Antropogen dövrünə aiddir? Antropogen. Antropogen 4-cü dövrdür. Neogen dövrləri bu Aznavur Ceyran çöldədir əsasən. Paleogen yaşlı suxurlar demək olar ki, rast gəlinmir Kür çökəkliyində. Yəni Kaynozoydan başqa Kür çökəkliyində heç bir eraya aid olan suxur yoxdur. Ona görə Kür çayını tapırıq. Kür çayının sahilində olan əraziləri çıxırıq. Kaynozoya aiddir həmin ərazilər. Bəs burada başqa bir dağlıq ərazi də var idi. Məsələn, hündür ərazi var idi. 6. Onu niyə götürmədik? Necə? Onu niyə götürmədik? Sizcə onu niyə götürmədik deyə bilərsiniz? Alçaq dağlığıdır ona görə. Bu Qarabağ vulkanik yaylasıdır. Qarabağ vulkanik yaylasında neçənci dövr suxurlardır? Vulkan püskürmələri yeni olduğuna görə cavan suxurlar səthə çıxır. Düzdür? Ona görə cavan suxurların səthə çıxması baxmayaraq ki, bu ərazi hündürdür. Azərbaycanda belədir. Hündürlük artdıqca suxurların yaşı da nə olur? Artır, düz mütənasibdir. Hündürlük ilə suxurların yaşı arasında mütənasiblik düzdür. Ancaq bir dənə Qarabağ vulkanik yaylasında tərsdir. Hündürlük artdıqca suxurların yaşı azalır. Çünki Kaynozoy erasının 4-cü dövründə orada vulkan püskürüb yeni lavalar səthə çıxıb və əvvəlki suxurların üstünü örtüb. Ona görə səthə yayılmış suxurlar və ya həmin ərazilər sonradan formalaşıb. Ona görə həmin ərazi dağlıq ərazi olsa da cavan əsasən suxurlardan təşkil olunduğuna görə belə deyək ki, o götürülmür. Digər ərazilərdə Mezozoyda daha çox hündür ərazilər seçirik. Belə. Sonra neçənci sual gəldi? Bir də o bir rəqəmlərə ehtiyacı var mı izah eləməyə? Yəni 3 dedik, 4 yəqin ki götürmüşük, 5 götürmüşük, 6-nı bir də qeyd eləmişdik. 6-da Qarabağ vulkanik yaylasıdır, ona görə götürmədik. Sonra 86-cı sual. Buyurun. Kuba adası 3, 5, 6. Burada uyğunluq pozulmuşdur Evet. soruşur. 1-də pozulmayıb. Yox. Hansında pozulub dedim. Bir də təkrarla zəhmət olmasa. B variantı. C. B. B. 2, 5, 6 baxaq. Yucatan yarımadası Karib dənizi tropik qurşaq. Sonra 5 demək 5-ə baxaq. Qeyd eləmirsən. Hainan adası Cənubi Çin dənizi subekvatorial qurşaq. Bir də 6-nı qeyd eləmirsən. Saxalin adası Oxot dənizi subarktik qurşaq. Burada məsələn baxırıq. Saxalin adası həqiqətən yanlış verilib. Həmçinin bu ərazi harda yerləşir? Saxalin adası. Cənubda. Harda yerləşir? Yox, Saxalin adası Rusiyadadır. Subarktik deyirəm, cənubdadır. Subarktikdədir, yoxsa Saxalin adasını işarələyirəm indi sizin üçün aşağıdakı 87-dədir. Bura subarktikdir. Subarktik hardan keçir? 66,5 dərəcə şimal enliyindən. Düzdür? Deməli o subarktikdə ola bilməz. Sonra məsələn 1 Karib dənizi bax burada yerləşir. Düzdür? Cənubi Amerikanın şimal hissəsində. Elədir? Kuba adası bu biraz yuxarı tərəfdədir. Üstə gəl. Tropik xəttinə diqqət yetirirsinizsə, bax bu qara xətt tropik xəttidir. Kuba adası ondan cənubda qalır. Deməli Kuba adası subtropikdə yerləşər? Bilməz. Çünki o tropik işıqlanma qurşağının daxilində yerləşir. Aydındır? Deməli cavab artıq bəllidir. Bir də İslandiya adası mülayimdə yox. Harda yerləşir? Subarktik iqlimdə.
Bax bu qırıq-qırıq xətt var, subarktik iqlim. Bax düz onun yanından keçir. Həmin o 66,5 dərəcə şimal enliyində yerləşən subarktik, yəni ki, iqlim qurşağı məhz İslandiyanın yayıldığı əsas iqlim qurşağıdır. Yəni keçid iqlimdir. Yəni İslandiya ərazisində düşən iqlim qurşağı məhz subarktikdir. Cavab deməli oldu hansı? 1, 3, bir də 6. Çünki üçündə də burada pozulma mövcuddur. Digərləri düz idi. Yucatan yarımadası, Karib dənizi tropik. Çünki həmin ərazilər həqiqətən tropikdədir. Yəni xəritədən də baxa bilərsiniz. Digər xəritədən, aydın görünən xəritədən. İstəyirsiniz, əgər ehtiyac varsa mən açım. Bir də yəni Karib dənizi və demək Yucatan yarımadası tropik xəttindən cənubda yerləşir. Yəni iki tropik xəttinin arasındadır. 23,5 şimal və cənub enlilər arasında tropik işıqlanma qurşağına düşür. Demək belə. Sonra Aleut adaları həqiqətən Bering dənizindədir və mülayimdə yerləşir. Orada o da bura uyğun gəlir bu hissə. Amerikanın qərbində. Alyaska yarımadasının davamıdır. Sonra gəldik 87-ci sual. 87-ci sual buyurun. Əsasən demişdi, yaşıl yem bazası olan, rütubətli iqlimə malik olan daha çox ölkələrdədir. Niyə? Çünki heyvan ot yeyəndə, keçən dəfə axırıncı dəfə bunu müzakirə eləmişdik. Yaşıl yem yeyəndə südü çox olur. Hansı? Enli yarpaqlı. Əlbəttə, enli yarpaqlı meşələrin yayıldığı ölkələr daha çox. Onda 8-i götürə bilərik. Hansı? 8. Bəli, 8-i. Sonra? Şeyin altına. Siz biraz da böldüm variantlar. Avstraliyadan Yeni Zelandiya olur. Savannalar tərəfdə ola bilər. Bir dəqiqə, istəyirsiniz biraz kisildim. Cavab kartına da baxın oradan, variantlara. Görə bilirsiniz indi hər iki tərəfi. Bəli. Hə, Tutaq ki, birin hansı ölkə seçdiniz? Ən yəni rahat seçilən ölkə hansıdır orada? Ən dəqiq bildiyiniz. 8. 8. Yeni Zelanda. Deməli 8 olmayan cavabları çıxırıq. 8-i əzbər bilirik. 8-in yanında hansı ölkə var? Ruş. 3. Demək 8-in yanında 3 varsa, orada da məsələn Rusiya ərazisində müəyyən qədər meşə zonasına düşür. Həmin hissədə də südlü heyvandarlıq gəlib. Deyək ki, bunu da çıxdıq. 3-ü tapdıq tutaq ki, 800. İndi baxırıq 2-6-ya. 6-nı niyə Avstraliya yox, Yeni Zelandiya götürürük daha çox? Savannadır. Düzdür. Avstraliyada savanna var. Amma əsasən Yeni Zelandiya rütubəti bərabər paylanan subtropik iqlimdir. Meşə ehtiyatları yayılıb, yəni yaşıl yem bazası var. Və digər ölkə hansı oldu? 2 oldu. O da Amerika-Kanada sərhədinə uyğun gəlir müəyyən qədər. Yəni daha çox meşə ehtiyatları olan ölkələr. Düzdür, həddindən artıq çox soyuq ərazilər seçməyəcək. Məsələn, Rusiyanın Sibir bölgəsində o qədər geniş yayılmayıb. Və yaxud Norveç, İsveçdə o qədər südlü heyvandarlıq deyil. Baxmayaraq ki, onlarda da meşə var. Daha çox enli və qarışıq meşələrdə otu örtü inkişaf edir. Heyvanlar da onları yeyir və süd, belə deyək, ifrazatı artır, belə deyək, və süd vermə qabiliyyəti çoxalır. Ona görə bu ölkələrdə daha çox südlü heyvandarlıq inkişaf edibdir. Bir də tələbatdan asılı olaraq həmin kənd təsərrüfatı məhsulları inkişaf edilir. Məsələn, Azərbaycanda Bakıda məsələn o qədər yaşıl yem bazası yoxdur, amma heyvandarlıq südlü istiqamətlidir. Demək, daha çox bu ölkələri yadınızda saxladınızda, daha çox Avropa, məsələn, Qərbi Avropa ölkələrinin əksəriyyətidir, Yeni Zelandiyadır, Amerikada bunlarda südlü heyvandarlıq və ya məsələn Cənubi Asiyada sizcə hansı ölkədə südlü heyvandarlıq yaxşı inkişaf edər? Məsələn, bu Hindistan, Pakistan, məsələn, deyək ki, Şri Lanka, bu kimi ölkələrdən hansında ətli heyvandarlığa o qədər önəm verilmir? Hindistanlar. Bəli, çünki Hindistanda müəyyən qədər həm heyvana sitayiş olunur, həm də ki, dəyişən rütubətli meşələr və s. var. Heyvandarlıqda südlü istiqamət inkişaf etdirilməsi mümkün olan bir təsərrüfat sahəsidir. Sonra keçək digər suala, 88-ci sual. Bu demək, dünyadan da düşə bilər bu tip suallar, bəzən dağların hündürlüyündən. Bizdə isə çaylardan əsasən, onların mənsəbinin hündürlüyündən düşüb. 4000-ə yaxın olanlar əsasən çox hündürdə olur. 1-ə yaxın olanlar çox alçaqdan. Başlamalıyıq biz çox yüksək. Bir də bax diqqət eləyək ki, 2 ilə 4 çox hündür olmalıdır nisbətən. 1 ilə 5 alçaq ərazidən başlamalıdır. Görək hansı sualın cavabı olacaq. Demək 4-də xüsusilə birinci 4-ləri əsasında araşdırmaq çalışaq. Çünki 4 çox hündürdür. Bizdən hündürdən başlayan, çox yüksəkdən başlayan çaylar biraz daha məşhurdur.
Belə. Sizcə 4-də hansı ola bilər? Evet, sayıları 1, 2, 3, 4, 5. Sumqayıt say 4'te ola bilərmi? Deyil. Niyə? Bir. Abşeron o boyda Çünki o alçaq dağlıqdan başlayır, yağış suları ilə qidalanır, yayda da quruyur. Əgər hündür ərazidən başlasaydı buzlaqla qidalanardı və qurumazdı, düzdür? Abşeron Qobustan çaylarının başladığı Göndərən çay olur. Köndələn çay Qarabağ silsiləsindən başlayır. Qarabağ silsiləsinin maksimal hündürlüyü nə qədərdir? Kimin Bilmirəm. yadında qalıb? Bax görürsüz, köhnə suallar olsa da həqiqətən faydalıdır. Məsələn, müəyyən məsələləri aydınlaşdırmağa imkan verir. Böyük Kirs. 2725 deyildi, Böyük Kirs dağı. Burada görürsüz, çayın mənbəyi neçə metrdən yuxarıdır? 3000. Deməli bu ola Onda bilməz. Bolqar çayı. Bəli. Yox, İndi gəldik Samur çayı. 1, 2, 3, 4, 5. Samur çayı. Samur çayı Azərbaycanda mənsəbi yazılan 3 çaydan biridir. Azərbaycanda ən çox hansı çayların mənsəbi kitabda qeyd olunur? Birincisi təbii ki Kür çayıdır. Kür çayının mənsəbinin hündürlüyü nə qədərdir? Yəni bunları bilməliyik. 2740 metr. Mənbəyi budur, mənsəbi də deyirəm, üzülürsən. Mənsəbi neçədir? -27. Bəs Arazda nə qədər idi? 2990. 90. Mənsəbi nə qədər idi? -11. Çünki o Xəzərə tökülmür, axı Kürə tökülür. Bəs üçüncü çay hansıdır? Samur. Samurun mənbəyin hündürlüyü 3600 metrdir. Mənsəbi isə -27. 27 Ən hündür dəstlikdə qeyd olunan mənsəblər içərisində ən hündür mənsəb, yəni verilənlər içərisindən söhbət gedir təbii ki, Samur çayıdır. Mənsəbi çoxdur. Deməli Samur çayı uyğun gəlir. Düzdür? İndi görək digər çaylar uyğun gəlirsə götürə bilərik. Deməli digər hansı çayımız nisbətən alçaqdan olmalıdır? Deyək Pirsaatdır. Bir də Bolqar çaydır. Bolqar çay hansı dağlardan başlayır əsasən? Talış dağlarından başlayır. Müəyyən qədər uyğun gəlir. İndi ikinciyə baxaq. Biləşçay dedi, Talış dağlarından başlayır. Çox da hündür deyil Talış dağları. Biz maksimal hündürlüyü nə qədərdir? 1490. 2493'də, amma Biləşçay biraz şimal tərəfdən başlayır. Talış dağlarından, yəni o zirvələrdən başlamır belə deyək. Demək, bu uyğun gəlir nisbətən alçaq. Araz neçə idi? 2990, düzdür? Deməli, Araz uyğun gəlirmi? 3000 metrə yaxın. Pirsaat alçaqdan başlayır. 2000 metrdən alçaq düz gəlir. Samur hündürdən başlayır. Bolqar çay da demək alçaqdan başlayır. O da Talış dağlarından başlayır. Yəni müəyyən qədər verilənlər müəyyən qədər uyğun gəlir. Digər variantlara baxsaq, digər variantlarda demək Pirsaat alçaqdan, Türyan çay nisbətən yüksək ərazidən başlayır. Sonra Arazda 2990 metr. Burada üçüncü çay məsələn xüsusilə rəqəmin bilirik. 2990 deyil gördüyünüz kimi. Sonra və yaxud məsələn digər Tərtər çayının hündürlüyü 4000-ə yaxın hündürlükdən deyil. Samur çayı, burada Samur birinci gəlin məsələn ola bilməz. Cavabımız artıq bəllidir zaten. Dördüncü çayı bilməklə deməli hər birinin cavabını müəyyənləşdirmək mümkün imiş. Çünki bizdə hündürlüyü çox yüksək olan çaylar azdır. Yəni nə mənada verilənlər sırasında xüsusilə. Böyük Qafqazın şimal-şərqindən başlayan Qusar çaydır, Qudyal çaydır, Qara çaydır, Vəlvələdir, Samurdur. Bunlar çox yüksəkdən başlayır. Ən çox hündür verilənlərdə daha çox onlar gəlir. Qar və buzlaqlarla qidalananlar. Sonra 89-cu sual. Bu hissə test topçusunun sualdır, bilirsiniz. Buyurun eşitiriz. Birinci hansı istiqamətdir? Mən bunu necə təyin edim? Bunu asanlıqla. Necə asan? Baxın, görürsünüz ki, burada nə təsvir olunur? Şimal buzlu okean. Şimal buzlu okean dünyanın harasındadır? Ən təpə nöqtəsində şimaldır. Sən ondan hansı tərəfə, sağa, sola, yəni getməyindən asılı olmayaraq, sən hansı istiqamətə gedirsən? Cənuba. Çünki o dünyanın şimalındadır. Ondan yalnız bir azimut mövcuddur, yəni oradan. Bütün istiqamətlər haranı göstərir?
Cənubu göstərir. Deməli, birinci istiqamətin cənub. Sən başqa yönə də getsən, məsələn, hara getməklə A sonra, variantı buradan. bəli, sonunda hara dönürsən, yenə cənuba dönürsən. Düzdür? Yəni, şimal qütbündə yalnız bir istiqamət var. Bütün istiqamətlər cənubu göstərir. Cənub qütbü olsaydı, birinci hara olacaqdı? Antarktidanın mərkəzindən versək, hər bir şimal. İndi baxırıq digərinə. Məsələn, ikinci. İkinci hansı materikdir? Avrasiya. 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 Diqqət edirsinizsə, Avrasiya Şərqə da, gedir. bax bura. Məsələn, Kamçatka yarımadasına doğru istiqamətlənib. Baxın, görürsüz, bax bu Kamçatka yarımadasına doğru istiqamətlənib. Bax yandan belə özü təsəvvür eləyin də, dünyada elə bir Avrasiyanın yuxarıdan baxır. Özü orada təsəvvür edirsən, sağ tərəfədir istiqamət. Deməli şərqə. Bu birisində isə sol tərəfdən özü təsəvvür edirsən, bu Amerikanın hansı tərəfinədir? Soluna. Amerikanın soluna, Alyaska Amerikanın qərbindədir. Məsələn, Amerikanın soluna baxıram da, bu bir xəritədir. Deməli, qərbə baxıram. Deməli, cavab olacaq cənub, şərq, qərb. Və hansı oldu cavab? Avar. A variantı? Yox, cənub, şərq yox. Cənub, şərq, qərb. Cənub, Ha, şərq, ye qərb. var. Ye. Buyur. Cənub, şərq, qərb. Yəni hər üçünü ayrı-ayrı da ona görə dedik. Sonra 90-cı sual. Bütün ölkələrin dünya okeanına birbaşa çıxışı olan yarımadalar hansılardır? Bu sual cavabını tapırsınızsa, deməli ölkələrin yerini yaxşı bilirsiniz. A variantı. A Apennin Pirini. variantında Apennin yarımadası var. Apennin İtalya. yarımadası hansı ölkələr var? İtalya. Sonra Başqa bir şey. Vatikan var. Vatikan necə Hə, ölkədir? San Marino'dur belə. Onur. Vatikan necə ölkəydi? Daxili. Anklav. Başqa bir Anklav. ölkənin içərisində San yerləşir. Marino. Deməli, onun okean çıxışı yoxdur. San Marino var, bəli, şimal-şərqində. Canu dağının üzərində. D variantı. Deməli, bu getdi. Sonra bir də Pirneydə müəyyən qədər Andorranın Portugal, ərazisi. İspaniya. Sonra Andorra var. Koreya yarımadasında hansı ölkənin çıxışı yoxdur? Hər iki ölkənin var. Həm Koreya ölkəsinin, həm də Koreya Xalq Demokratik Respublikasının. Burada variantı körləyən hansıdır? Balkandır. Şimali Balkanda hansı ölkənin Makedoniyadan çıxışı yoxdur əsasən? Əsas hansı ölkənin çıxışı? Şimali Bosna Herzegovina. Serbiya. Macarıstan da var idi. Yox, hamısı orada yerləşmir. Kosovo. Şimali Makedoniya. Şimali Makedoniyanın okean çıxışı yoxdur. Serbiya. Serbiyanın okean çıxışı yoxdur, bəli. Kosovo var, düzdür, gözləmə mövqeyinə malikdir. Məsələn, onun okean çıxışı yoxdur. Yerdə də Balkan var. Çıxırıq. Bəli. Balkan var, götürə çıxırıq. bilərik. Sonra cavab Ben D variantıdır. Ərəbistan və Skandinaviya. D variantında Hindçində burada Laos. Laos var da, Vyetnam düzdür, tərəf. əslində. Laosun okean çıxışı yoxdur. Ona görə bunu da çıxırıq. Cavabımız oldu hansı variant? D variantı. Keçirik növbəti sualımıza. 91-ci sual. Küdr Şirvan fiziki coğrafi rayonunda yayılan torpaq 1 və iqlim 2. Buyurun. Küdr Şirvan harda yerləşir? Hansı vilayətin tərkib hissəsinə aiddir? A variantı lan. Alüvyal çəmən. Alüvyal çəmən Azərbaycanda hansı ərazilərdədir? Şollar. Düzən meşələrdə olur. İntrozonal meşə. İndi səncə Küdr Şirvanda introzonal meşələr varmı? Yox. B-dir. Açıq şabalıdır, bot çəmən, yarımsara, quru çöl. İndi bu doğrudur, bəli. Sadəcə bir şey deyirəm ki, mən burada alüvyal çəmən meşə daha çox mülayim istidə, Qanı Xəyri çayda var əsasən. Daha çox oradadır. Qanı Xəyri çayda da qışı quraq keçən mülayim isti iqlimdir. Burada yayılıb yarım səhra yayı quraq keçən mülayim isti iqlim. Bu həm belə iqlimi əraziyə uyğun deyil daha çox. Və bu Kür çökəkliyində Şirvan düzünün okean səviyyəsindən yuxarıda qalan hissəsi. Bura quraq iqlimdir, yarım səhra, quru çöl iqlim tipidir. Orada da ona görə ona uyğun torpaq tipləri yayılıb, bəli, B variantı. Burada C variantında gördüyünüz kimi qara var. D variantında sarı var. Sarı Azərbaycanda yalnız bir yerdə idi. O da Lənkəranda. bəli, sonra digər Y variantında da qəhvəyi meşə torpaqlar ola bilməz. Yarım səhra quru çöl iqliminin daxilində.
Mən qara torpağı dağ tundra üçün deyə bilərik, Xeyr, yoxsa xeyr, qətiyyən. Qara torpağa bənzər dağlıq, hündür ərazidə. Qara torpaqlar əsasən Azərbaycanda dağlıq daha çox ərazidə? mülayim iqlim qurşağı, mülayim, yəni ki, iqlim tipinin daxilində olur daha çox. Qırılmış meşələrin altında, o da tala şəklindədir. Müəyyən qədər bəlkə soyuqda da rast gəlinə bilər. Ancaq bizdə 1400 metrə qədər, 1300-1400-ə qədər mülayim iqlimdir. Daha çox bizdə də meşələr yayılıb 2000 metrə qədər, 1800-2000 metrə qədər. Daha çox o 700-2000 arasında yayılan ərazidə müəyyən qədər soyuqla mülayimə düşür. Dağ tundra iqlim tipi 2700-dən yuxarıdır. Demək olar ki, yuxarı qalxsa torpaq əmələ gəlmə prosesi zəifləyir, inkişaf eləmir. Sonra hansı sual idi? Hə, bu 92. Başqa nəsə qeyd eləmək istəyirsinizsə buyurun. Demək, Azərbaycanda əmək tutumlu təsərrüfat sahələrinin inkişaf etdirilməsi səbəb ola bilər. Nəyə səbəb ola bilər? C olur. C 106. Əhalinin həyat səviyyəsinin yüksəlməsinə 100% səbəb olar. 3. İxracatda xam mal və yarım fabrikatın payının azalması. Bunu mən başa düşmədim. İzah eləyə bilərsən? Yarım fabrikat yəni elə bir tam emal edib çıxardıq da yəni. Bəli. Elə. Yəni əgər indi hal-hazırda əgər əmək tutumlu təsərrüfat sahələrini inkişaf etdirmiriksə, yəni biz məcburuq nə edək? Yəni istehsal sahələri yaratmırıqsa, məcburuq onu nə şəklində sataq? Xam mal və yarım fabrikat ucuz qiymətə satırıq. Amma biz bunu inkişaf etdirsək, nə edə bilərik? Həmin məhsulları tam şəkildə emal edib hazır sənaye məhsulları ixrac edə bilərik. Düzdür? Yarım fabrikat yox, tam. Ona görə bəli, yarım xam malı daha satmarıq da özümüz emal edərik. Niyə ucuz qiymətə başqasına sataq? Tam doğru fikirdir. Çox sağ olun izaha görə. Bir də 6 qeyd elədin. Urbanizasiya səviyyəsi yüksələr. Bu doğrudur, yanlışdır. Düz. Niyə düzdür? Məsələn, səbəb urbanizasiya ilə bu əmək tutumlu təsərrüfat sahələrinin nə əlaqəsi var? Çünki sənaye sahələri yanındıqca insanlar daha çox kənd təsərrüfat sahələrində deyil, digər sahələrdə çalışır. Əhalinin də kənd təsərrüfatında çalışmayan yaşayış məntəqələrinin olduğu ərazinə status alır zamanla. Təbii ki, müəyyən qədər qarışıq tipli olanda, yəni kənd və şəhər birlikdə təsərrüfat sahələrinin inkişafında qəsəbə statusu alır. Sonra zamanla həmin ərazi demək kənd təsərrüfatının inkişaf etmədiyi və yaxud da əhalinin kənd təsərrüfatında çalışmadığı əraziyə çevrilir və nəticə etibarilə olur şəhər. Belə, təbii ki, urbanizasiya səviyyəsi yüksələcək. Sonra hansı sual? Hansı da deyirəm, üzülürsən. 93-cü sual zaten görünür orada. Buyurun. Faydalı qazıntılar Aha. Hə, faydalı qazıntılar doğrudan sualı oxumuram mən də. Bir dəqiqə kiçildim biraz. Görün belə oxuya biləsiniz. Gördünüz hal-hazırda yəqin ki. birinci Birinci nə ehtiyatıdır? qızıl, Qızıl. Özbəkistan olur. Bu Özbəkistan. Deməli Özbəkistana qızıl. 1-ə 4 vermişik. 1-ə 4 olan 2 dənə variant qalıb, o biriləri siləcək. Demək bizdə qalmışıq D Polymetal da ilə biz A deyirik. arasında. Bəs Azərbaycan, Türkiyə necə? Hansı məşhurlar? Məsələn Azərbaycanda nə yoxdur deyək? Kömür yoxdur. Düzdür? Xromit az da olur. 1-ə 3-ə 1 verə bilməz. Varmı 3-ə 1 saxladığımız variantlarda? Var. Görürsüz? Azərbaycanı verib hara? Kömürə. Azərbaycanda kömür yoxdur və bunun olmaması bizdə metallurgiyanın inkişafına mənfi təsir göstərir. Deməli D variantı səhvdir. Cavab olacaq A variantı. 1-ə 4, 2-ə 1. 2-ə 1 Azərbaycanda polimetal yataqlar var. Kim xatırlayır həmin yataqların adını? Gümüşlü, Mehmana, Gümüşlərdəydi. Naxçıvanda, Mehmana, Kəlbəcərdə idi. Tələsmə. Naxçıvanda hansı fiziki coğrafi rayondaydı? Şərur, Ordubad. Yoxsa Dağlıq Sedərək. Bəlkə Günnüt Qapıcıq fiziki coğrafi rayonundadır. Bilmirəm. Əslən müəyyən qədər dağlıq ərazilərə daha çox uyğun gəlir təbii sərvətlər. Sonra digər demək Mehmanadır, Qarabağ fiziki coğrafi rayonundadır, amma rayon olaraq Kəlbəcərdədir.
Bir də Zaqatala Filiz Lahıc fiziki Filiz coğrafiya rayonunda Balakən Zaqatala arası. Mazlum Atexçay, Mazlum Atexçay, çay, Mazlumçay, Timtroz, Kastalçay, Filizçay. Filiz çay. Yəni bunlar doğrudur. Yaxşı, digər kömür ehtiyatlarda qeyd elədik haradır? Türkiyəyə uyğun gəlir, düzdür? Və ya xromit. Həm Türkiyə ilə Qazaxstanda həm xromit var, həm də kömür. Türkiyə daha çox xromitlə məşhurdur. Türkiyəni xromitə götürə bilərik. Demək 3-ə, 4-ə daha doğrusu nəyi verəcəyik? 3-ü. Bayaq qeyd eləmişdik. Xromit ehtiyatının əsas məşhur olduğu ölkələr hansılar idi? Türkiyə ilə Filippin. Dərsdə qeyd eləmişdik, xatırlayırsınızsa. Demək belə. Sonra digər sual, məsələ. Bu tip məsələ bu qəbulda, yəni təkrar blokda gələ bilər. Çayla bağlı və s. Yəni gözlənilə bilər suallardandır bu tip məsələlər. Buyurun, zəhmət olmasa. 5 dənə sıfır ixtisar edeyim. Sonra Deməli 45 mm civə sütununun fərqləri var A ilə B arasında. 45 mm civə sütununun fərqləri varsa neçə metr fərqləri var? Aha. 450. 450. Bunun əsas qaydası belədir. Hündürlük artdıqca hər 10 metrə civə sütunu 1 mm azalır. Hər 100 metrə 10 azalır. Hər 1000 metrə 100 azalır. Yəni civə sütunu ilə yəni təzyiq fərqi ilə hündürlük fərqi arasında 10 dəfə fərq var. Əgər bir iki obyektin arasında 45 mm civə sütunu fərq varsa, deməli onlar arasında 450 metr fərq var. Ona vuracaq metri tapanda. Deməli 3 horizontaladır. Onda onun kəsmə yüksəkliyi nə qədərdir? Yəni bir horizontalın qiyməti nə qədərdir? 150. 150 metr. Onda M neçə horizontalı üzərində yerləşir? 6 dənə. O da 900. 6. Deməli M-in hündürlüyü deməli 6 horizontala 9 metr düşdü. İndi 9 metr hündürlükdən gəlib dənizə tökülür. Yəni 0 metrə. Bu çayın düşməsini hesablaya bilərsən? Bilərsiniz. Evet. Çayın düşməsini necə hesablayırdıq? Mənbə çıxılsın mənsəb. Düzdür? Hı. Onu bölürdük. Bu düşmə adlanırdı. Mənbə mənsəb arasındakı fərq deməli düşməkdir. Düşməni çayın uzunluğuna elə böləndə nəyi tapırdıq? Meyillilik. Meyillilik, bəli. İndi buradan bizə məlum olmayan şey çayın uzunluğudur. Düzdür? Düşməsini tapmışıq. Çünki 9 metrdən başlayıb 0-da bitir. 9-dan 0 çıxsa, deməli çayın düşməsi bərabər olacaq 900 metrə. 900 metr. Biz onu böləcəyik çayın uzunluğuna. Sadəcə uzunluğu tapmalıyıq buradan. Bu da 750 edir. Demək buradan miqyas çevirsək 5 rəqəm vergülü sağdan sola dəyişsək 1 sm 250 düşür. 3 sm düşəcək neçə? 750. 50. O zaman 900-ü 750-yə böləndə 1,2. 1,2. Cavab olacaq C variantı. Meyilli olacaq. Belə. Kimin üçünsə qaranlıq məqam oldusa desin, zəhmət olmasın. Sonra 95-ci sual. Buyurun, zəhmət olmasa. Buyurun. Qeyd eləyək. Kaynazoy Verxeyanus silsiləsi Alp qırışıqlığı. Doğrudur. Ne olar? D. Bəli. 3, 4, 5. Yo, bir də o. Ha, yaxşı. düzdür müəllimə. 3 düzdür. Appalat Hersin. Bu doğru fikirdir, bəli. 3 düzdürsə 3-ləri çıxacaq. Appalat dağları qədim dağdır, paleozoyda yaranır. Pamir, Hindikuş, Alpdır. Mezozoy deyil məncə. 2 səhvdir, hə. 2-yə baxacağıq. Mezozoy, Pamir, bəli. O Alpdadır, amma burada Mezozoy yaranır. Ümumiyyətlə Mezozoyun qarşısında Alp yazıla bilərmi? Xeyr. Bəs Verxeyanus silsiləsi hansı geolojiyada yaranır? Verxeyanus. Mezozoyda. Yadınızdadırsa Mezozoyda az ərazi yaranmışdı. Xatırlayırsınızsa. Demək, Mezozoyda Avrasiyada, bir də Şimali Amerikada ərazilər yaranmışdı. Bax, bu yazacağım əraziləri əzbər yadınızda saxlamalısınız. Avrasiyada hansı dağlar idi? Verxeyanus dağları, Çersk silsiləsi, Sxoti-Alin dağları, Kunlun dağları, bir də Tibet ərazisi, Tibet yaylası. Bunları 5-ini əzbər bilsəz kifayət edir. Şimali Amerikada bəs hansı ərazilər idi? Kordilyerin şərq hissəsi, Qayalı Kordilyer, Qayalı dağlar və yaxud Şərqi Kordilyer.
Çünki qərb hissəsi sonradan Sakit Okeanın toqquşmada yeni yaranıb. Sonra orada yaylalar var idi. Böyük hövzə, Colorado yaylası, bir də Meksika yaylası. Bunlar Mezoiddə yaranmış ərazilər. Təbii ki, Verxenus dağları Alpda yaranmayıb deyə bir səhvdir. Deməli, bir yanlışdır, pozulub bir də. Mezoid Pamir. Pamir cavan dağlardır və ümumiyyətlə Mezoidin qarşısında Alp yazılanmaz. Mezoidin qarşısında nə yazılmalıydı? Kim? Kimmer və ya Mezozoy yazılmalıydı. Deməli 2 də səhvdir. Cavab 1-2 məlum məsələdir. Onda 5 olacaq. 5-ə baxaq. Arxey. Arxeydə hansısa bir dağ dövrümüzə qədər gəlib çatıb? Kulun dağları da Mezoya aiddir və Kaledon ümumiyyətlə qırışıqlığı hansı eranın qırışıqlığıdır? Paleo. Paleozoyun. Təbii ki, bu da yanlış ifadə idi. Həm də ki, arxey dövründə heç bir qırışıqlıq mərhələsi, yəni dağa əmələ gəlmə olmayıb. Qırışıqlıq baş verib, amma ümumi kütləvi vulkan püskürməsi və qırışıqlıq olub. Hansı ki, dağa əmələ gəlmə olub dünyada 5 dənə. Biri Baykaldır. Hansı geoloji eradan başlayır? Proterozoydan başlayır və davam edir Paleozoya qədər. Paleozoyun ilk 2 dövrünü əhatə edir. Hansılar idi onlar? Kembri ilə Ordovik dövrünü. Sonra gəlir Paleozoy erasında digər dağa əmələ gəlmə, hansı ki, demək Kaledon. Üçüncü Hersindir. Kaledon demək Silur, Devon dövrlərini əhatə edir. Daş kömür və Perm dövrləri isə düşür Hersinə, amma bunlar adətən Kaledonla Hersində yarananlar eyni götürülür. Yəni ayırd edilmir yaxşı, çünki qarşılıqlı düşür. Sonra 4-cü Mezoidadır, Kimmeri. Mezoid, Trias-Jura, Təbaşir dövrləri. 5-ci də Alpdır. Alp Kaynazoidadır. Paleogen, Neogen, Antropogen dövrlər. Demək, burada təbii ki, yanlışlıq oldu və cavabımız hansı oldu? Y variantı. Uyğunluğun pozulduğu sıraydı. Sonra gəldik 96-cı sual. Buyurun. Əlverişsiz ərazilər. Necə ərazilər seçəcəyik? Turizmin əlverişsiz olduğu ərazilər. Və odlu torpaq bu zəlzələ tərəfdə yerləşir deyə götürə bilərik. Odlu torpaq harda yerləşir? Yəni seysmik qurşaqda yerləşir deyə. Səncə əsas məsələn Havay adaları da seysmik qurşaqda yerləşir, amma dünyanın ən çox turizm axını olan ərazilərindən biridir. Yaz. Nəyə diqqət yetirəcəyik turizmdə? 1 olar, 4 olar, bir də 5 Niyə? olar. Niyə səbəb? 1-4 soyuqdur. Elə soyuq ərazilər kimi. Soyuq əraziləri əsasən seçirik. Elsimir torpağı, bəli, sərt ərazidir, üzv aləm kasıbdır. Sonra insanlar zəif məskunlaşma ərazidə. Sonra demək, odlu torpaq özü də qütbə yaxın ərazidir müəyyən qədər. Amerikanın cənubunda yerləşir. Müəyyən qədər əlverişli ərazi deyil. Bir də hansı oldu? Baffin torpağı, o da Qrenlandiyanın yanında, solunda. Demək, o da soyuq ərazidir. Elsimir də onun şimal-qərbində yerləşir, Qrenlandiyanın. Yəni, onlar əlverişsiz, belə deyək ki, ekstremal təbii şəraitə malik olan ərazilərdir. Yəni, insanlar o qədər də marağında deyil bu tip ərazilər. Sonra 97-ci sual. Deyir, A məntəqəsində 31 dekabr, tutaq ki, A məntəqəsi hansısa bir meridian üzərindədir. A məntəqəsində 31 dekabr və 21:30-dur. Bakı şəhərində isə 01, yəni yanvarın 1-i saat 02:50-dir. Sizcə A-dan şərqdədir Bakı, yoxsa qərbdə, soldadır, sağda? Tez cavab verməlisiniz əslində. Qərbdə. Qərbdə nətər olur? Saat sutkada irəlidədir. Hansı məntəqələrdə vaxt irəli olur? Biz şərqdəyik, o qərbdədir. Ha, Bakını soruşurdum, elə üzrlüsən. Mən yəqin nəsə düzgün demədim. Bakı şərqdədir, Bakını soruşuram elə. Bakı şərqdədir. Bakıda artıq digər ayın tarixi, yeni tarix. Deməli, Bakı saatda irəlidədir və 02:50-dir. Aralarında nə qədər saat fərqi var? 5 saat 20 dəqiqə. 5 saat 20 dəqiqə, bəli. Demək, 2 saat 50 dəqiqə buradan. Bunda da 24:00-a çatmaq üçün nə qədər vaxt lazımdır? 2:30. 2:30 da buradan, 2:50 də buradan. Elədi neçə? 5:20.
Bəli. Aha, indi Bakı bilirsiniz ki, yerləşir 40 dərəcə şimal enliyində. Düzdür? Eyni enlikdə də həm də A yerləşir. Aralarında 5 saat 20 dəqiqə fərq varsa, neçə dərəcə fərqlər var? 95. 95 dərəcə. 9 Yox, dəqiq 95 dərəcədir. 80. Ha, 80. Çünki 1 saatın qiyməti neçədir? 15 dərəcə. 5 saat eləyir 75. 1 dərəcə neçə dəqiqə idi? 4 dəqiqə. 4 dəqiqə. Demək, o zaman biz görəcəyik ki, burada 20 dəqiqə vaxt fərqi var. 20 dəqiqəni də demək 4-ə bölsək, 4x bərabər 20. O da edəcək neçə dərəcə? Əlavə 5 dərəcə. 75-in üzərinə 5 gələcək. 80 dərəcə fərqlər var. Düzdür? 80 dərəcə fərqlər var. İndi onların arasındakı məsafəni necə təyin edə bilərik? Buyurun. Aha. 85 14. Bəli. 40 dərəcə şimal enliyində 1 dərəcənin qiymətin biz əzbər bilirik. 85,4 kilometrdir. 1 dərəcəsi 85,4 kilometrdirsə bu paraleldə 1 dərəcəlik qövsün uzunluğu 80 dərəcəsi nə qədər olar? X kilometr olar. O zaman 854-ü neçəyə vuracağıq? 8-ə və cavab tapmış olacaq. Nə qədər eləyir cavab? 6832. Neçə? 6832. 32 kilometr. Demək cavabımız olacaq. Bəli. Sonra digər 98-ci sual. Buyurun. 2 4 5. Yayı isti rütubətli, qışı isti quru olan ərazilərə xas olan əlamətlər. Deməli, yayı isti rütubətlidir, qışı isti və quraqdır. Deməli, bu ərazi hara yaxındır? Ekvatorial. Ekvatora. Çünki burada soyuqdan qətiyyən danışmır. Ekvatorial deyil, çünki ekvatorialda il boyu hava rütubətlidir. Tropik deyil, çünki hava il boyu istidir və quraqdır. Deməli, ekvatorla tropikin arasındadır, subekvatorialdır. Ya cənub subekvatorialdır, ya da şimal subekvatorial, fərqi yoxdur. İndi ekvatora yaxın olan ərazidə hansı torpaq tipi yayılır subekvatorialda? Niyə görə bu subekvatorial dedik? Ekvator olsaydı il boyu rütubətlidir, tropik olsaydı il boyu quraqdır. Amma yayda ekvatorial hakim olduğu üçün subekvatorial, yəni aralarındakı olan keçid zona rütubət alır. Qışda isə tropik hakim olur deyə qışda quraq keçir. O zaman demək subekvatoriala aid olan əlamətləri seçəcəyik. Qara və şabaldı torpaqlar üstünlük təşkil edir ifadəsi düzdür. Çöllərdə adı yoxdur. Bu əsasən düşür subtropik və mülayimə, bəli, çöl zonası. Şimali Amerikada çöl zonası necə adlanırdı? Prairie. Prairie. Bəs Cənubi Amerikada? Pampa. Aha, Pampa. Avrasiyada Step bəzən də step deyirlər, Avrasiyada. bəli, əsasən bəli. Deyək, onda 2 bəs savanna və seyrək meşələr zonası. Pampa. Doğrudur, yanlışdır subekvatoriala. Uşaqlar 2 düzdür, səhvdir. Şey düzdür. Bəli, düzdür. Ekvator ətrafı savanna və seyrək meşələr geniş yayılıb. Torpaq tipi necə idi buranın? Qırmızı qonur, qırmızı feray. Düzdür. Havanın illik temperatur amplitudu böyükdür. Yəni yay ilə qış arasında kəskin fərq varmı burada? Səhvdir. Xeyr, təbii ki. müəllim, Yayı kəskin isti, dərəcədə. qışı isti. Yay və qış istidirsə kəskin temperatur fərqi, illik temperatur fərqi ola bilməz axı, düzdür? O mülayimdə olur daha çox. Sibirdə, Mərkəzi Asiyada. Fəsillər aydın orada seçilir ona görə. Yay isti olur, qış soyuq. Deməli, illik temperatur amplitudu böyük deyil. İllik amplituda ən isti ayın, yəni il ərzində ən isti ayın orta temperaturu ilə ən soyuq ayın orta temperaturu arasında fərqdir. Bu da ən isti ay iyul ayı, ən soyuq ay yanvar ayıdır. Yanvarla iyul ayı arasında fərqi soruşur. Deməli, bu yanlış ifadədir. Sonra yayda ekvatorial, qışda tropik. Yayda ona görə rütubətli olur ki, çünki ekvatorial hakimdir. Qışda tropik hakim olur, ona görə bu da quraqdır. Sonra qırmızı qonur dedim torpaqlar, bu da aydın məsələdir. Fiziki aşınma prosesi intensivdir. Fiziki aşınma daha çox harda gedir? Səhralarda. Düzdür, fiziki aşınma. Bəs burada hansı aşınma növü üstün olacaqdır? Kimyəvi. Üzvü də kimyəvi. kimyəvi, bəli. Doğru. Üzvü. Kimyəvi də düzdür. Yox, su da var, canlılar da var. Hı hı. Sonra əsasən ekvatorda daha güclüdür, çünki daimi rütubətlidir. Uyğunluğu müəyyən edin 99-cu sual. Kanada və Avstraliya ittifaqı, İsveçrə və Niderland, İspaniya və Yunanistan. Buyurun, eşidirik. A variantı C olur.
3 demək A variantına inkişaf etmiş ölkələr arasında orta inkişaf səviyyəsinə malikdir. 3-ə uyğun gəlir, bəli. Bu İspaniya, Yunanistanla yanaşı başqa hansı ölkələrdə bu qrupa aiddir? Portuqaliya, İspaniya, İtaliya, Yunan. Yo, düz demədin. İtaliya böyük 7-lərə aiddir. Dünyada ən Portuqaliya. Portuqaliya və Qərbi İrland, Avropa ölkələri yoxsa? İrlandiya, Portuqaliya, İspaniya, Yunanistan. Bunlar inkişaf eləmiş ölkələr olsa da bu 4 dövlət orta inkişaf səviyyəsinə malikdir. Sonra demək digər B variantı urbanizasiyanın səviyyəsi nisbətən aşağıdır. Burada hansında urbanizasiya səviyyəsi aşağı olar? B variantı. 2. 2-yə İsveçrəyə, Niderlanda. Yəni şəhər əhalisi az nisbətən, yəni digərlərinə müqayisədə kənd əhalisi İspaniya və bunların Yunanistan. hamısında şəhər əhalisi üstündə. Sadəcə olaraq birində məsələn şəhər əhalisi çox yüksəkdir. Digər məsələn nisbətən kasıblarda kənd əhalisinə meyilliyi çox olur. Deməli İspaniya, Yunanistanda bunlar çox yüksək səviyyədə inkişaf etmədiyinə görə urbanizasiya səviyyəsinə görə Avropa ölkələrindən geri qalır. Çünki inkişaf eləmiş, iqtisadi gücü həddindən artıq yüksək olan ölkələrdə urbanizasiya səviyyəsi yüksəkdir. Şəhər əhalisi çoxdur, kənd təsərrüfatı ilə məşğul olanlar azdır. Amma İspaniya və Yunanistan çox yüksək iqtisadi potensiala malik olmadığına görə urbanizasiya səviyyəsinə görə digərlərindən geri qalır. Bəs C variantı? 1. Bəli, Kanada və Avstraliya çox böyük ölkələrdir, sərvətlərlə zəngindir. Ona görə sənaye obyektlərini öz xam malı ilə təmin edir. D variantı inkişaf etmiş O da- ölkələr arasında ərazisinə görə nisbətən kiçik dövlətlərdir. 2 ay olar. Bəli, 100%. Niderlandla İsveçrə nisbətən kiçikdir. Sonra beynəlxalq coğrafi əmək bölgüsündə dar ixtisaslaşma ilə seçilirlər. Heç biri. Bəli. Yaxşı, bunu da silək. 100-cü sual. Byron burnu hara aiddir? Avstraliya. Avstraliyanın şərqi hansı təbii zona idi? Sakit okeana baxır. Dəyişən rütubətmiş. Əhsən, C variantı. Bu yaxşı sual idi, yaxşı da tapdın. Ras Həfin burnu hara aiddir? Somaliya, o da savanna serimiş. Doğrudur bu da. St. Charles bəs hara aiddir? O da tundra, meşə tundra. Hansı ölkəyə uyğun gəlir və hansı yarımadada yerləşir? Amerikanı idi. Amerikanın hansı? Şimali Amerikandır. Kanada ərazisidir. Bəli. Tundra, meşə tundra. Kanada ərazisində düşür. Demək belə. 1C, 2B, 3A. Və salam. Demək, ümumilikdə bütün suallar yekunlaşmış oldu. Sual sayı neçə idi? Demək, sizdən başlamışdıq. 76-dan. 25-dən sual. Belə, bugünlük bu qədər. Dediyimiz kimi əsas, yəni dərslər başlayacaq inşallah, yəni sıfırdan, təməldən başlayacağıq. Ayın 1-dən. Bu dərslərdə, yəni odur ki, həm də burada da müəyyən məsələlər qeyd edirik və testlər işlədik. Məncə faydalı oldu, elə düşünürəm. Çünki baxmayaraq ki, müəyyən qədər illik köhnə olsa da, əksəriyyəti müasir suallardır. Yəni hissə test topusunda da bu suallar var. Demək olar ki, əksəriyyəti var. Məsələn, Azərbaycan iqtisadi rayonlaşması ilə bağlı olan sual, məsələn, köhnəlibdir bir dənə. Ondan başqa digər suallar bu günümüzdə də, yəni aktual suallardan idi. Mövzu dərs yekunlaşdı demək olar ki, əgər bir sözünüz, sualınız yoxsa yekunlaşdıraq. Bu şəkli qrupa atacam, bəli. Ümumiyyətlə atmışam əslində bu qrupa şəkli. Sadəcə olaraq bəlkə yeni əlavə olunmuşsunuz ya nəsə, bilmirəm. Ya da ola bilər qarşılıqda əvvəl görməmişsiniz. İyun TC suallar vermişsiniz. Bir dənə suallara da baxaq. Proqramı göndərəcəm, bəli. İyun TC necə səviyyədə olar sizcə? Nisbətən məncə ikinci qrupa müqayisədə asan olmalıdır əslində, normalda. Belə, asan olması da maksimum ikinci qrup səviyyəsində olar. Yəni, çox belə ikinci qrupa daha müəyyən qədər yüngül suallar salıb, üçüncü qrupa, yəni TC istiqamətli suallar mən düşünürəm ki, daha asan olacaq. Asan olmasa da ən azından ikinci qrup səviyyəsində olacaq. Çox kəskin bir fərq olmaz.
Belə sözünüz, söhbətiniz, fikriniz. Onur bayaq da qeyd elədim, bilmirəm qrupdaydın yoxsa yox. Dərsin gedişatı ilə bağlı özünüzün də hansısa bir fikir və ideyanız olsa, yəni sizi əsasən maraqlandıran və dərsdə görmək istədiyiniz hansısa bir fikir olsa qeyd eləyərsiniz, zəhmət olmasa. Yaxşı? Oldu. Sağ olun, növbəti dərs görüşərik. Sağ olun. Sağ olun, sağ olasın.